Mikrofonu açıqdır, zəhmət olmasa mikrofonu bağlayın. Hə, inansız mən indi yolda da gələ-gələ düşünürəm ki, mən baxın şampunlar Damla, ən çox sevdiyim banyo visi, masaj kremi, söyüd özlü krem. Bunlarla dəhşət insan dəvət edirdim. Kantaron krem. Sanki indi bilirsiniz necədir? Biz Kantaron krem haqqında o qədər məlumatlar danışırdıq ki, Kantaron krem bizim əlimizdə ən uğurlu krem idi. Ən uğurlu krem. Hələ bizim indi bu şeylərdə nə qədər bizim yeni kremlərimiz çıxdı. Məsələn, onda cam qabığı yox idi. Ondan sonra sizə deyim, lavanda yox idi. Qida əlavələrindən heç biri yox idi. Ətirlərlə, bir də yuyucu vasitələrlə biz bu yola çıxdıq. Amma bu yolda həqiqətən də damladır, banyovisidir, masaj kremidir, sonra qab şampunumuz, paraşokumuz. İnanırsınız, bunların üstündə biz o qədər mükəmməl bir çalışma edirdik ki, o qədər mükəmməl bir çalışma edirdik. Sanki beynimiz bizdə odaqlanmışdı o hissiyə. O məhsul da az olduğuna görə məlumat da az idi axı. Ona görə biz daha tez irəli gedirdik, daha sürətlə insanları dəvət edirdik, daha həvəslə çalışırdıq, çox həvəslə çalışırdıq. Çünki məsələn mən Kantaron krem və çörək otu kreminin çox sevirdim. Onun qoxusunu, strukturunu çox sevirdim. Amma indi şükürlər olsun, baxın hələ yeni bir kremimiz də gələcək. Kremlərimiz istehsal olmaqla hər il gözəl kremlər, gözəl qida əlavələri. Amma çalışmağımıza baxanda biraz zəif. Biraz zəif. Biraz deyəndə bir çox zəif. Bəzilərində biraz, bəzilərində daha çox. Bunun səbəbi isə həqiqətən də məhsullar haqqında məlumat az olmaqdır. Mən bir krem haqqında, dazotu haqqında, Kantaron kremi haqqında, yəni Azərbaycan dilində dazotudur da. Onun haqqında bir məlumatı toplamışdım. Məlumat neçə bitki olar ki tərkibində, nələr var idi ki tərkibində. Siz inanırsınız, hər bir insan onun içərliyini, baxın burada mən çox istərdim ki, xoş gəldin Minə xanım. Mən çox istərdim ki, bizim Ulduz xanım buradadır. Xoş gəldin Ulduz xanım. Üzrlü sayın, mən bugün o qədər həqiqi bir dəqiqə başımı qaşımağa vaxtım olmayıb. Çox adam yazıb, zəng eləyiblər. Sahil qəsəbəsindəki qızlarım lap küsüblər. Yox, narahat olmayın, başa düşürəm sizi. Hə, qızlarım küsüblər ki, biz nə qədər sənə zəng eləyirik, bizə cavab vermirsən. Başa düşürəm sizi, narahat olmayın. Tək canınız sağ olsun. Hə. Hər zaman dəstək olursunuz onsuzda. Gücümüz çatanla. Əslində mənim fikrimcə, mən burada istəyirəm ki, biz bu hissələrə bölünək. Qida əlavələri haqqında öyrənənlər. Sonra kim var idi burada? Axşamınız xeyir olsun. Vüqar müəllim. Ürəyimə bax. Necəsiz, yaxşısınız inşallah. Çox sağ olun Vüqar müəllim. Nə yaxşı qarşıladınız siz. Allah sizdən razı olsun. Mən sizi haçan tək qoymuşam ki? Heç var. Siz hər zaman mənimləsiz. Həqiqətən hər zaman. Ben o qədər kövrəldim, Allahım nasıl, o qədər kövrəldim. Çox sağ olun. Narahat olmayın, heç bir problem yoxdur. Allah hər kəsə zihin açıqlığı versin. Ramazan ayının üzü hörmətinizə, hər hörmətinə hər birinizə uğur arzulayıram, bərəkət arzulayıram, can sağlığı arzulayıram. Və bir də bu işin ən önəmli nöqtəsi olan planlı çalışmaq arzulayıram. Yadınızdan bir şeyi çıxartmayın. Planlı çalışdığınız halda nə və necə olmasından asılı olmayaraq hökmən uğur gəlir xanımlar. Necə ki, Allah Teala, baxın, mən bugün təsadüf olaraq sizə qısaca bir 2 dəqiqəlik vaxtınızı alacağım, üzürlü sayın. Sonra mən qulaq asacağım, Sevil xanım davam edəcək inşallah. Baxın, bir tacik uşaq fikrini necə izah eləyir? Dədəsinə sual verir ki, dədəsinə, atasına yox, yəni babasına sual verir ki, baba, nəyə görə insanların ürəkləri sol tərəfdədir? Nəyə görə? Uşaqdır bu, hardasa 14-15 yaşı var.
Uşaq oturub süfrənin qırağında oruc açacaqlar. Deyir ki, baba, nəyə görə bizim ürəyimiz sol tərəfdədir? Deyir ki, oğlum, mən onun səbəbini bilirəm də, amma sən bəlkə izah eləyəsən. Deyir ki, baba, onun səbəbi deyir budur. Allah Taala biz hər kitabda oxuyuruq ki, Allah Taala sağ tərəfdə insanları sağ tərəfindən sevər. İnsanlar sağ əlindən yeyərlər. Bir şey deyəndə əlini sağ tərəfinin üstünə vurar, sağ qol əsas qol olar, sağ qol işləyər, sağ qolla yazarlar. Və Allah Taala ona görə deyir, insanları belə yaradıb ki, insanlar tək deyillər, insanlar cüt yaranır. Yəni əvvəlcə Həvva məsəl üçün Adəm yaranıb, Adəm peyğəmbər, sonra Həvva anamız yaranıb. Onların deyir ikisini üz-üzə qoyanda Allahın istədiyi şey alınır. Yəni hər şey sağ tərəfdən alınır. Həvva üçün Adəmin ürəyi sağ tərəfdə olur. Adəm üçün Həvvanın ürəyi sağ tərəfdə olur. Yəni qadınla kişi ilk başlanğıcdır. İlk başlanğıcı Allah Taala necə düz qoyubsa, biz də işimizi o tərzdə düz qoymalıyıq. Yəni səhər tezdən yerimizdən qalxırıq, hökmən dəstəmaz almalıyıq. Dəstəmazsız namaz qıla bilmərik ki. Bizim də işimizin elə bilinci dəstəmazıdır bizim planımız. Plan yaratmadan, plan yazmadan xanımlar işə başlamayın. Heç kim deməsin ki, mənim ağlım daha yüksəkdir, mənim ağlım daha iyi çalışır, daha gözəl çalışır. Mən qeyd eləmədən, qeydlər aparmadan hər şeyi yadımda saxlaya bilərəm. Bu mümkün deyil. Baxın, bu telefonlar çıxana qədər, o qabaqki o dairəvi telefonlar olana qədər 300-dən yuxarı nömrə yaddaşım vardı mənim, özümün şəxsi. Amma indi bugün mən o nömrə yaddaşını bilmirəm, demək olar ki, unutmuşam. Nəyə görə? Çünki ona çalışan artıq bölməni mən işlətmirəm. Çünki artıq smartfon var. Sabah birdən bu smartfon işləməyəndə nə edəcəyik? Bax, məsələ bunun burasındadır. Ona görə hökmən nə eləyirsinizsə, onu hökmən planlaşdırın və yazın, qeyd eləyin hökmən. Sevil xanımın dediklərini hökmən qeyd eləyin. Çünki hardasa qarşınıza çıxacaq. Kimsə sizə bunun sualını verəcək. Bugün deyirsiniz, əşki mən bilirəm, əşki mən bilirəm. Dediyiniz halda siz geri getdiniz, artıq qabağa getmirsiniz. Bunu bilin. Bir mənalı olaraq. Ona görə Bəli, biz hələ heç nə bilmirik, Vüqar müəllim, siz heç nə bilmirik, həqiqətən. Nə qədər öyrənsək də, amma baxırsan ki, cüzidir, cüzi görünür. Baxın, mən bir prezentasiya hazırlayırdım. Prezentasiyanın elə mövzusu da elə bugünkü sizin bu mövzuya aiddir. Demək, görüşlər hökmən planlı olmalıdır, bilirsiniz də Sevil xanım. Görüş hökmən planlı olmalıdır, təqdimat hökmən planlı olmalıdır. Təqdimatda kimsə, əgər söhbət gedirsə ki, biz bu gün dazotundan danışacağıq, kimsə gəlib kənardan, dazotundan kənar, məsələn üçün, Qlenbal haqqında soruşursa, artıq bu düzgün məsələ deyil. Həmin adan, həmin söz yerində kəsilir, üzürlü sayın bugünkü söhbət bu deyil, bizim söhbətimiz bizim dazotudur. Özəl olaraq siz mənim özələ yazarsınız, özəldən cavabınızı alarsınız. Cavab bu olmalıdır əslində. Bəli. Amma biz illər keçməsinə baxmayaraq, 8 ildir yenə də eyni şeyi deyirik, ay xanımlar oxuyun, ay xanımlar öyrənin, ay xanımlar baxın. Bunu hökmən belə eləyin, bax bu belə olmalıdır, bu belə olmalıdır. Amma indi mənə burada olan xanımlardan hansısa birisi deyə bilərmi ki, məsələn üçün, mənim dəqiq planım var, mən gələn aya, məsələn üçün, bir dənə lider çıxardacam və liderinin adını deyə bilərmi? Və ya hansı planla işlədiyi barədə danışa bilərmi bugün burada? Mən əminliklə deyə bilərəm ki, yoxdur. Əminliklə. Amma mən istənilən halda bu dəqiqə planımı da göstərə bilərəm və nə eləyəcəyimi də deyə bilərəm və göstərə də bilərəm, oxuya da bilərəm sizin üçün. Çünki bunsuz mümkün deyil. Bunsuz mümkün deyil. Bunsuz siz vaxt doğraya bilməyəcəksiniz. Bunsuz sizin vaxtınız çatmayacaq. Deyərsiniz, biz ailəli adamlıq, kişi gəldi birdən, ona yemək hazırlamalıyam, paltar ütüləmək yadınızdan çıxdı. Uşaq məktəbdən gəlir, onun yeməyini də verməlisiniz. Aha, mənim vaxtım çatmadı, mən neyinəcəyim? İndi uşağın yeməyin dərsinə də nəzarət eləməliyəm. Qonşu da toya çağırıb deyə və iftara çağırıb, qonşuya da getməliyim. 1-2 saat oturmalıyam ondan sonra. Günün getdi də səndə və sabah sən nə iş görəcəksən? Necə planlaşdıracaqsan sən onu? Sabah görəcəyin işi nə edəcəksən? Deyərsən ki, sən kişi belə hazır, siz belə eləyirsiniz. Elə deyil, kişinin də kişi problemləri var axı. Siz onu da nəzərə almalısınız da. Onu da nəzərə alın. Mən qadınların işi həddən artıq çoxdur, mən başa düşürəm. Amma istənilən halda
siz buna əlavə gəlir vasitəsi kimi baxırsınızsa düzgün orada heç bir gəlir ola bilməz. Sadəcə olaraq ailədə bəzi yuyucu vasitələrlə filan filan şeylərlə özünüzü təmin edə bilərsiniz. Amma siz əgər buna sözün həqiqi mənasında bir biznes kimi, bir iş kimi baxırsınızsa, necə ki işə səhər-səhər gedəndə kartını vurub içəri girirsən, banka girəndə kartını vurursan, Bəli. içəri girirsən də. Eynən bunun kimi baxdığınız halda baxış bucağınız dəyişdiyi üçün sizdə hökmən dəyişmə olacaq. Və bu dəyişmə hökmən müsbət olacaq. %99% əminliklə deyirəm mən buna. Siz bunu eləmədiyiniz təqdirdə xeyir görməyəcəksiniz. Çünki gediş-gəliş olacaq sizin işiniz. Ancaq yol pulu, ancaq ofisə gedim, ancaq ofisdə oturum, ancaq filan şey eləyim olacaq. Başqa ortaqda işin olmayacaq. Bundan ötürü ən qəşəng vasitə hökmən plan tutun və planla çalışın. Hökmən planla çalışın. Mən sizə planla çalışmaq arzulayıram. Ruzi bərəkət, can sağlıq arzulayıram. İşlərinizə xeyirli, Çox sağ olun. xeyirlər, uğurlar arzulayıram. Sevil xanım, üzürlü sayın, sizi böldüm mən. Yo, Siz çox davam xoş eləyin, mən oldu. qulaq asacağam. Yo, Siz siz davam qulaq eləyin, asacağam. Vüqar müəllim. Həqiqətən Ya, də çox ya, yaxşı. gəlin belə danışaq da. Ayna silinəndə gözəl olur. Ayna silinəndə parıldayır. Və o parıltı hökmən kimlərəsə yansıyır. Mənim aynam olduğu halda mən danışmıram. Ayna olaraq Çox davam sağ edə olun. bilərsiniz biz. Mən əminəm ki, xanımlar bunu başa düşürlər. Baxın, mən istənilən qədər məsləhət verə, istənilən qədər sizə yardım edə bilərəm. Amma bu bir yerə qədərdir. Bir yerə qədərdir. Çünki mənim də öz işlərim var, mənim də özümə məxsus planlarım var. Mən hər dəqiqə kimlərəsə ayrılıqda vaxt ayıra bilmirəm. Məni düzgün başa düşün. Olmur, düzdür. Baxın, Vüqar müəllim, siz deyirsiniz, Allah sözünüzü balla kəsin. Çox sağ olun. Təşəkkür edirəm. Deyirsiniz plan. Həqiqətən də pulun belə xərcləmək planı olmalıdır. Nə qədər qazanmısınız, nə qədər xərcləmisiniz. Və həqiqətən də gözəl yaşamaq istəyiriksə, bu planı biz yerinə yetirməliyik. Yəni dildə yox, əslində hərəkətdə və əməldə. Vüqar müəllim özü də bilir ki, mən artıq 2 il, 8 ildir Ersaqdayam, belə deyək də. 8 il olacaq inşallah, Allah ömür versə. Mən onun 3 ilidir Sahil qəsəbəsindəyəm. Sahil qəsəbəsində mən demərəm ki, belə güclü bir komanda var. Var, mənim üçün amma var. Var. Niyə? Niyəsini deyim. Çünki orada biz artıq Vüqar müəllim dediyi kimi planlı şəkildə başlamışıq çalışmağa. Orada biz satış etmirik, yalnız təqdimatdır. Qiymətdən aşağı satış etmirik, çünki orada başqa üzvlərimiz də var. Heç birimizin haqqına girmək istəmirik. Və orada belə bir balaca bir ofis özümüz üçün sahil ofisi yaratmışıq. Ersaq ofisi ki, orada da insanlar gəlib düzgün, dəqiq məlumat alırlar. Ki o məlumat da ki biz onlara göstərərək, təcrübə edərək bu məlumatları onlara veririk, öyrədirik. Və bəzən məndən məsələn məhsul soruşanda deyirəm ki, bu məhsulumuzdur, amma onun üzərindəki isə məlumatın dəyəri yoxdur. Çünki məhsuldur. Sən bu məhsulu alıb aparıb işlədib heç razı da qalmaya bilərsən. Baxır sənin istifadə qaydandan. Amma əlbət ki, onun məlumat verməyi dəyərlidir. Ona görə də biz də istəyirik ki, siz bizim dəyərli şirkətimizə qoşulub həmin məlumatları daim alıb düzgün şəkildə istifadə edəsiniz. Mən hər zaman deyirəm, hər kəs xalça toxuyar, amma hamı gözəl naxışlı xalça toxuya bilməz. Bəli, tamamilə düzdür. Məsələ oradadır ki, biz məsələn adi bir kremlərdən belə bizim xanımlar tam istifadə etmə qaydasını hələ də bilmirlər. Hələ də bilmirlər. 5-6 ilin xanımları var, ersaqçıları var ki, mən görürəm onlar həm ersaq işlədirlər, həm başqa şirkətin tonalnilərini, rumyanalarını, nə bilim, tujlarını, nə bilim, başqa şirkətin. Mən onda çox belə özümdə pis oluram ki, bir ersaqçı bunu etməməlidir, həqiqətən etməməlidir. Ersağın dəyərini bilən insan Kantaron kreminin üzərindən başqa bir şirkətin tonalni kremini vura bilməz.
və olmaz da. Mən məsələn başqa bir şirkətin deyək ki, yuyucu vasitəsini işlədir, sonra gəlir Ersağın hamam təmizləyənini işlədir. O mənə çatmır. Və yaxud baxıb görürəm ki, ətir, Ersağın ətirləri var, amma baxırsan ki, bu insan sumkasından çıxardır, başqa ətirləri vurur. Yəni bilirsiniz, həmin anda bilirəm ki, o insanlar Ersaq haqqında məlumatı bütöv deyil, yarımçılıqdır, qısadır, tam məlumatları yoxdur. Ya da ki, onlar Ersaqdır da və yaxud bundan da işlətmək olar deyərək, yenə də həmin səhvlərə, həmin buraxdıqları o balaca səhvləri yenə də edə gedirlər. Nəticədə nədir? Nəticədə o belə çıxır ki, sevgin tam deyil, bütöv deyil. Çox balacadır. İstədiyi anda səni tərk edə bilər, sən də onu tərk edə bilərsən. Bax belədir. Mən məsələn 8 ildə evimdə bir dənə başqa yuyucu vasitə işlətməmişəm. Bir dənə başqa yuyucu vasitə işlətməmişəm. İşlətdiyim sodadır, sirkədir, bir də Ersaqdır. Vəssalam. Bundan başqa bizim evdə bir dənə başqa ximikat yoxdur. Ətir də işlətməmişəm. Ancaq Ersağınkiləri işlətmişəm. Bəlkə bizi görən deyər ki, bu Ersaq nümayəndəsidir. Neynəsin? Ersaq ondan başqa xeyr. Yəni mənə dəfələrlə hədiyyə də veriblər, havayı da veriblər, bahalısını da veriblər. Mən orada şəfa görmədiyim üçün istifadə etməmişəm. Bu düz fikirdir. Düz fikirdir. Çünki insan diqqət gördüyü, insan xeyir gördüyü bir yerə gedir. Siz gedib məsələn üçün əti qəssabdan alanda, o qəssabdan alırsınız ki, axşam siz onun kəsdiyi heyvanı görürsünüz. Siz də bu məhsulu əlinizə vurub, bədəninizə çəkib və ya onu qəbul eləyib, onun müsbət nəticəsini gördükdən sonra bu şeylər barədə digərlərinə danışmalısınız. Ona görə biz deyirik ki, siz əgər kimsə qeyd eləmişsinizsə, qeydiyyatdan keçirtmişsinizsə, ona dərhal məhsul verib, ona get adam gətir deməyin. Biz ona görə deyirik ki, bu söz ona görə deyirik ki, əvvəlcə siz özünüz istifadə eləməlisiniz. Siz onun nəticəsini görməlisiniz, təmizliyini, hər hansı bir müsbətini və ya hətta mənfisini deyirəm mən. Hətta mənfisini belə görməlisiniz. Ondan sonra bu nəticəyə gəlməlisiniz ki, bu necə olmalıdır. Yoxsa birbaşa, ay sən mən qeydiyyat elədim, get oradan 80 manatlıq və ya 120 manatlıq məhsul al, get adam gətir yazdır, belə qazanc eləyəcəksən. Yox, bu elə demək deyil. Burada elə bir şey yoxdur. Bu bizim şirkətə aid deyil, Vüqar müəllim. Bu ofisli şirkətlərə aiddir. Onlar planı elə qururlar ki, bir nəfər dəvət eləyirlər, artıq o dəvətin arxasında 5 dəvətçi də var. Amma bizim şirkətə bu aid deyil. Bizim şirkətdə, çünki sən dəvətdən birinci içindəki narahatçılığın məhsulu ona tam başa salıb, o məhsulu düzgün işlətmək, o məhsulu ona sevdirmək, ondan sonra ondan təklifini vermək ki, sən də bunu başqalarına təklif edib, bunu yaya bilərsən və bura dəvət gətirə bilərsən, özün kimi, özü sevdikdən sonra. Əgər insan məhsulu sevmirsə, həmin insan məhsula səni başa düşmürsə, şirkəti başa düşmürsə, burada nə olduğunu başa düşmürsə, mən heç həmin adama demirəm ki, insan gətir. O nə insan gətirəcək? O yetişdirdiyi nə olacaq? Çünki onun özünün məhsul haqqında tanışlığı yoxdur, istəmir öyrənmək, istəmir bu məhsulları incələmək. O kimi gətirə bilər, heç kimi gətirə bilməz. Məsələ bizim bir də yanaşmağımızdadır əsas məsələ. Özümüz yanaşmamız tamam başqadır olmalıdır. Baxın, bir məhsul haqqında danışarkən gərək sənin gözlərin içi gülsün. Gözlərin içi gülsün o məhsul haqqında danışdığında. Yoxsa mən elə qara qabaqlıq eləyim, mən qara qabağım, nə olubdur, mən niyə gülməliyəm ki, niyə eləməliyəm ki, niyə falan şey olmalıdır, niyə bəhmən şey olmalıdır. Bu düşüncədəsənsə, sən bu dünyanın adamı deyilsən demək. Yəni sən bu imkanların adamı deyilsən.
Sən bura sənin yerin deyil. Anlamına gəlir bu. Düzgün başa düşün. Baxın, həqiqi müəllimlər, sözün həqiqi mənasında həqiqi müəllimlər bu gün məktəbdə eyni dərsi deyirlər. Amma sonradan sənin atan təkrar olaraq sənin üzərindən gətirib sənə həmin müəllimə pul təklif verir ki, mənim uşağımı əlavə öyrədin. Halbuki müəllim o dərsi məktəbdə deyir və həmin dərsi də, eyni dərsi də sizə öz evində öyrədir. Eyni dərsi də başqa heç nə öyrətmir. O əlavə nəsə bir şeylər eləmir. %99% əminliklə deyirəm, çünki mən görürəm də, qonşunun uşaqlarını görürəm, dost tanışlarımın uşaqlarını görürəm, hazırlığa gələn uşaqları görürəm. Mən bunları görürəm, gündəlik görürəm. Və yəqin bilin ki, öz üzərinizdə özünüz çalışmadan sizə heç kim kömək eləməyəcək. Vüqar müəllim hər gün durub gəlib sizlə bir təqdimata getməyəcək. Vüqar müəllim sizin biriniz lider olana qədər gələcək. Vüqar müəllim lider gələndən sonra liderin öhdəsindən bıraxacaq, çəkiləcək digər lideri yetişdirməyə. Vüqar müəllimin işi gücü yoxdurmu? Vüqar müəllimin də işi gücü var. Sevil xanımın da işi gücü var. Siz əgər hər hansı bir xırda sual üçün nəmləndirici krem nəyə lazımdır? Sevil xanım, məndən nəmləndirici krem istəyiblər, mən bunu nə deyim? Bu gün də əgər mənim liderim 15%-lik və ya 21%-lik liderim mənim əgər qayıdıb deyirsə ki, nəmləndirici krem istəyirlər məndən, mən nə deyim onlara? Da mənim onda sözüm yoxdur ki. Mənim sözüm yoxdur ki. Mən sizə demirəm ki, gedin qida ləvələrindən danışın. Ən azından yuyucu vasitələrlə bağlı geniş məlumatlar olmasın. Siz ki, xanım, səhərdən axşamacan, məsələn, evdar xanım sizə səhərdən axşamacan evdəsiniz. Yumaq, təmizləmək, yəni siz birinci növbə buna baxırsınız. Bu bir mənalıdır. Onda siz, əgər belədirsə, siz yuyucu vasitələrsə gözəl bilməlisiniz. Yuyucu vasitələrlə bağlı gözəl məlumatınız olmalıdır. Gözəl məlumatlarınız olmalıdır. Ki, bu məlumatlar barəsində danışarkən qarşındakı adam görsün, hiss eləyir. Qarşındakı adam bunu hiss eləyir ki, siz ürəkdən danışırsınız. Sizin yalan danışdığınızı qarşındakı adam hiss eləyir. Yalan danışmayın. Nə var onu deyin. Amma deyin, elə deyin ki, qarşındakı adam bundan duyğulansın, qarşındakı adam bunu hiss eləsin, sizin ürəkdən danışdığınızı. Ondan sonrası gerdə qalan məsələ o təfərrüatlardır. O necə gələcək, neçənci dəfədən sonra gələcək, o sonraki məsələlər. Bəli, onlar da müxtəlifdir. O çalışmalar da müxtəlifdir ki, yəni əvvəllər, məsələn, bizim buraxdığımız səhvləri nə yaxşı ki, biz danışırıq və sizlər öyrənirsiniz. Əvvəllər mən çox fikir eləyirdim mənə deyən insan ki, yox, istəmirəm. Deyirdim ki, az qalırdı ürəyim partlayır o deyəndə ki, yox, istəmirəm. Amma indi mən heç nə demirəm. Yəni bilirəm ki, o insan dönüş edəcək, amma sonra edəcək. Çünki fikrini dəyişəcək. Əsas odur ki, siz fikrinizi dəyişməyin. Siz məhsullar haqqında məlumatı dayanmadan öyrənin və ötürün. Ötürücü olun, toxundurun. Keçən dəfə bilmirəm, burada bir xanım var idi ya, kim idisə mənə dedi ki, Ayda xanım inşallah bizim Ayda xanımımız öncü olacaq Allahın köməkliyi ilə. Çox az qalıb. Ayda xanım dedi ki, Sevil xanım, bəs mən məhsulları tanımışam, amma hələ tam yaxşı bilmədiyimə görə bilmədiyimi deyirəm ki, qoy soruşum, deyərəm. Bir də dedi ki, mən bilirsiniz, fikrim yayındı, getdi. Sözümü unuttum. Nə deyəcəkdi ki, Ayda xanım misal çəkdim, nəsə dedi, yadıma düşsə qayıdacam o söhbətə. Unuttum söhbəti. Ola bilir. Bu da sizin özünüzün də omega 3 belə deməkdir. Bəli, içmədiyiniz deməkdir. Düzdür. Yəni baxın, əgər bir xanım saçlar haqqında danışırsa, o xanımın özünün saçı çox gözəl olmalıdır. Əgər sağ vasitələrlə istifadə edərək aldığım nəticə mənim saçlarım, məsələn üçün. Bunu belə deyəcəksiniz. Yoxsa saçınız pırtdaşıqdırsa, saçınız çirklidirsə, saçınız yağlıdırsa, saçınız kəpəklidirsə, ersağın saçla bağlı olan hər hansı bir vasitəsindən danışmanız yersizdir. Qarşısındakı deyəcək ki, necə ersaqdır ki bu, necə bunun gözəl məhsulları var ki, bunun saçı özlüyün bu gündədir. Bu nə gündədir özü gəlib mənə bu şeyi məsləhət görür. Baxın, məsələ bundadır. Bax, çox bəsit bir şey deyirəm mən sizə. Siz gedib dağ kəndində, Laçının dağ kəndində və ya Gədəbəyin dağ kəndində
cilt gözəlliyindən danışmağınız yersizdir. Nəyə görə? Çünki bu kənddə yaşayan bir qadın üçün cilt gözəlliyi o qədər də önəmli deyil. Bunun üçün əllərinin gözəlliyi, canının sağlamlığı daha çox önəmlidir, dizlərinin sağlamlığı daha çox önəmlidir. Bunu nəzərə almaq lazımdır. Bəli, ortama görə, ortama Bəli, görə. bunu Və nəzərə almaq lazımdır. inanın, baxın Vüqar müəllim, deyirəm ki, bəzən bizim məhsulların Şahanə yazıb, Şahanə nə yazdın orada? Ayda xanım məhsulları tam tanımadığını və sizdən məlumat aldığını deyirdi. Hə, çox sağ ol. Çox sağ ol Şahanə. Düz deyir, mən indi xatırladım. Hə, bilirsiniz, Ayda xanım dedi ki, mən bu məhsulları hələ tam hamısını tanımıram. Tanıdıqlarımı çox gözəl təqdim edirəm. Tanıdıqlarımı gözəl təqdim edirəm, amma tanımadıqlarım haqqında dayanıram, deyirəm ki, öyrənib sizə deyəcəm. Yəni Ayda xanım, bilirsiniz məsələ burada hardadır? Ayda xanım, mən ona bəlkə də kremlər təklif edəndə birinci dəfə təzə olanda Ayda xanıma deyərdim ki, krem al, gəl, onu al, gəl, bunu al. Ayda xanıma maraqlı deyil idi. Ona maraqlı qida əlavələri idi. Qida əlavələri maraqlı olduğuna görə Ayda xanım bu gün hələ kremlər haqqında yavaş-yavaş öyrənməyə başlayır, az-az başlayır. Çünki bütün diqqətini vermişdi qida əlavələrinə. Yəni mən də istəyirdim ki, burada biz qrup olaraq, siz hər birimiz ersaqçıyıq və burada qazanıb qazandırmaq istəyirik. Sağlamlığımızı da qazanmaq istəyirik, məhsulumuzdan aldığımız gəlir, həm də qrupdan aldığımız gəlirində olmağını istəyirik. Axşamın xeyir Məryəm xanım, xoş gəldin. Hə, bundan əlavə də biz vaxtımızı, zamanımızı sərf etdiyimizə görə daha dəyərli qazanc əldə etmək istəyirik. Kim istəməz ki, hamımız istəyirik. Amma nə yaxşı olar ki, buradakı xanımlar, öncülər, Vüqar müəllim deyir, bax yazın, öyrənin, proqram qurun özünüzə, bunu edin. Orada hərə 3-4 hissəyə bölünüb. 2 nəfər qida əlavələri haqqında gözəl, mükəmməl seminar verə bilər. 2 nəfər kremlər haqqında gözəl seminar verə bilər. 2 nəfər nəticələri haqqında qəşəng seminar verə bilər. Nə bilim, yüzü vasitələr haqqında gözəl seminarlar verə bilər. Yəni bizim yüzü vasitələrimizin də hər biri bir müalicədir. Hər biri bir müalicədir. Məsələn, bəzi insanlar nəticə alır, onu elə paylaşırlar ki, baxırsan, o paylaşımda belə, elə bil ki, belə sönükdülər. Halbuki başqa yerlərin, şirkətlərin nəticələri belə deyil, amma onu o qədər gözəl təqdim edirlər, o qədər gözəl önə çıxardırlar. Biz baxıb deyirik ki, bunlar nə işlə məşğuldular. Amma sizin gördüyünüz iş qədər dəyərli deyil. Üzrlü sayın. Yəni o qədər sizinki qədər əllərində dəyərli məhsul yoxdur. Amma onu o qədər gözəl bölüblər, o qədər hissə öyrəniblər, o qədər gözəl çatdırma edirlər. Yeganə xanımdır, düzdürmü? Salam, mən bir neçə qida əlavəsi haqqında və yaxud az vaxt olsa belə nəticəni deyə bilərəm. Bəli, elə bizim hamımız burada nəticələrimizi paylaşmalıyıq, danışmalıyıq. Deyə bilərsiniz Yeganə xanım, deyə bilərsiniz. Axşamınız xeyir, dəyərli İrsa ailəsi. Axşamınız xeyir. Siz dediniz, bayaq qeyd elədiniz ki, kimlərsə belə seminar kimi keçir. Məsələn, hər gün olmasa da həftənin bir gününü və ya 2 gününü 2 lider birləşib, yəni bir günə 2 nəfər keçə bilər. Bəli. Bəli. Qələmini götürsün, hər dəfə eyni şeyi, yəni narahat eləm. Demirəm, məni kim istəyir narahat eləsin, ancaq mən istəmərəm ki, eyni şeyi narahat eləyim də, eyni bir məhsul haqqında adam. Ancaq ki, yəni onu deyirəm ki, mən nə vaxt istəyirəm, kimi keçə bilərəm. Belə də baxın, mənim Elvin müəllim bilir, Dürdanə xanım bilir, dəvətlilərim olub, onlarda 60 ilin problemi olub. Siz inanın ki,
Çox təşəkkür edirəm Ersağ şirkətinə, onu Azərbaycana gətirənlərə də, yaradıcısına da, yəni ki, məni dəvət eləyənlərə də. Nə mənada ki, mən o qədər belə güvənli oldum. O mənə inanırdı, ancaq daha güvənli oldum. O elə bilin ki, bax, zəng vurur mənə. Bircə kəlmə nə deyim, mən səhv də desəm, düz də desəm, yəni o dərəcədə mənə inanır o nəticəsindən. Nəticədən sonra əlbəttə ki, nəticədən sonra. Yəni neçə dənə nəticə? Mənim özüm D vitaminim 6 idi. Təsəvvür etsin, bircə dəfə mən sentyabr ayında bircə flakondan mən 29, hardasa 7-də, 30-a yaxına bir aya qaldırdım. İndi amma noyabrdan bəri həm dörtlünü içdim, həm D3K2-ni. Ha istədim analiz verəm, biraz qrip, bu soyuq dəymə nəsə üstünüzə sağ imkan vermədi. Dedim tam sağalım, çünki onda başqa göstəricilər də düz göstərmir. Dedim yəni analizlərin hamısını bir yerdə verin. İnşallah. Ay dəxiliniz var idi Sevin xanım. İnanın dişini alıb bağırırdı, ağlayırdı ki, mən dözə bilmirəm qollarımın, dizlərimin 65 yaşı tamamdır da, payızda yeni peyizlik çıxır. Nəysə, biz Sveta xanımla ona məsləhət gördük və sizlərlə və yaxud komanda ilə buna məsləhətlər D3K2, glükozamin, kondroitin, akgünlü şey var, paket formasında. Onu bir də D3K2 bunu istifadə eləyir. Hələ ki onları bir 10 gündən sonra mən sizə dedim, çox ağrıları qalxıb. Bəli, şiddətli ağrılar qalxır sonra. Mənə dedim, mən üstünüzə sağ, yaxşınız düşüb dedim, mən utanıram, hətta ağrıdan qışqırıram, artıq mənim çanaq hissələrimə keçib ağrılar, belə. İndi arada danışıram, bugün yenə danışdım. İnanın, deyir, ağrılarım tamamilə keçib. Yaxşı nəticə. Mən ona dedim, indi bir-bir istifadə edeyim, bədəniniz öyrənənə kimi. Sonra dedim ki, artırın. Yəni o qədər razıdır. O qədər dedim, baxın, ən azı bir 8-10 ay arası siz bunu istifadə eləsəz yaşınıza görə. Nəticə bir üzr istəyirəm, bir uşaq 9 aya tam sümük qığırdaq formalaşan kimi bu da sizdə elə formalaşacaq dedim. Zəng vurub təşəkkür eləyəcəksiniz ki, nə yaxşı mən yenidən anadan olmuş kimi oldum. Sonra dedim profilaktika kimi bir ay içərsiniz, bir ay içməzsiniz, 2 ay içərsiniz, bir ay içməzsiniz, yaşınıza uyğun. Ancaq dedim, bunu 8-10 ay eləməlisiniz. Bəli. Hətta belə deyim, baxın Yeganə xanım, siz indi yeni gəlmisiniz də, bizlər üçün yenisiniz, amma biz çoxdanı demək olar ki, mən şəxsən hələ öz bədənimdə fərqi belə deyək də, ildən görmüşəm. Məsələn, əvvəl daha tez-tez xəstələnirdimsə, boğazım ağrıyırdısa, halsız olurdumsa, artıq mən indi daha gümrah, yaşlarımdan daha sevinç, daha ətrafıma baxanda baxıram ki, məndə daha dəyişikliklər var. Yəni, ildən siz özünüzdə, bədəninizdə fərq hiss eləyəcəksiniz. Çünki aylarda hiss eləmişəm bunu. Hələ o illərdə tamam başqa cür olacaq. İllərindən tamam başqa cür olacaq. Çünki bəzi insanlar var, gəlir 2 kapsul içir, 2 kapsul. Yox, içdim, belə də yaxşı idi, yox, ta istəmirəm, nə bilim nə. Belə baxıram, deyirəm ki, siz 2 ay, neçə ildir, məsələn, şəkər xəstəsiniz, deyir ki, 9-10 il, məsələn, 10 il xəstəsiyəm də, bu şəkər xəstəsinin. Deyirəm, siz 2 qutu ilə sizə nə olacaq ki? Sizin heç sinir sisteminizə gedib çatmadı, sizin heç bağırsaqlarınızı yeniləmədi, sizin mədə-altı, qaraciyəriniz yenilənmədi. Sizdə nə baş verdi? Əlbəttə ki, çox az edənlər də var. Amma bir, məsələn, insan var, immunitet bədən üçün içir, 2-3 ay, 4 ay, 5 ay, 1 il, 2 il, amma yenə də kripləyir, xəstələnir. Amma ildən yüngül keçirdir o xəstəliyi. Qayıdır, deyir ki, mən tutmuşdum yenə də xəstəlik. Deyirəm, necə keçirdiniz? Keçirtdim də ayaq üstə.
Deyirəm, bax, ayaq üstə keçirdiniz, amma halbuki siz hər dəfə pastelə düşürdünüz. Bəli. Baxın, Onu bunların boynuna insan götürmək fərqinə istəmirlər. varmalıdır. Yox, Onu mənim boynuna ayaqlarımda elə bir ağrılar vardı, Sevil xanım. Yəni tiş nervisi nətər tutur, tiş ağrısı kimi Hı -hı. ayaqlarımın bu arxasında. Siz inanırsınız, onun məni dördlü vitamin, elə bir flakon mənim ayağımın ağrısını götürdü. Bəli, Sudurğalar verirdi. bəli. baxın, Həqiqətən. müəyyən vitaminlər var ki, bu vitaminlər bizim bədənimizdə çox önəmli rol oynayır. Onlardan biri D vitaminidir. D vitamini, mən belə deyək də, D vitamini insan bədəninin formalaşması üçün, bədən formasında qalması üçün lazım gələn vitaminlər silsiləsinin ən başında duran vitamindir D vitamini. D vitamini əksik olanda bütün problemləriniz ortalığa çıxır. Bütün problemləriniz. Məsələn üçün, adicə uzağa getməyək, bugün əsrimizin bəlası sayılan xərçəng xəstəliyi, məsələn üçün, ondan aşağı düşərsə, D vitamininiz ondan aşağı düşərsə, sizin bu xəstəliyə tutulma ehtimalınız daha yüksəkdir. Bəli, bir stres, bir əsəb keçirtdi, insan hazırdır. Abi, yəni bu belədir, bilmənalı olaraq belədir. 30-dan aşağı olmaq ümumiyyətlə qorxulu sayılır. 60-dan, 70-dən yuxarı, 80-dən yuxarı olarsa, bu yenə deyərəm ki, bu babatdır. Ümumiyyətlə 50-dən yuxarı olduğu halda bu xəstəliklərə tutulma ehtimalınız %10%, %5% ola bilər ki, bu da genetiklə bağlı olan bir şeydir. Genetik ilə, irsi olaraq belə bir şey ola bilir. Digər hallarda bu mümkün deyil. Ona görə çalışın imkan daxilində, qida ləvələrini, tək mən qida ləvələrini demirəm, qida ləvələrlə bağlı araşdırmalarınızı aparmağa davam edin. Amma bu o demək deyil ki, təkcə araşdırma aparın. Qida ləvələrlə bağlı olan bütün məsələləri öyrənin. Eynən balaca uşaq necə götürür A hərfini yazır, B hərfini yazır, eynən onu kimi öyrənin. Mən sizi əmin edirəm, bir zaman gələcək, aptekdən dərman olmayacaq və siz məcbur qalasınız, özünüz məcbur qalasınız bu qida ləvələrindən istifadə eləməyə. Onda deyəndə ki, bəs bu qida ləvəsi nəyə gərək, nəyə lazımdır, onda qalmayasınız belə. Biz ona əslində baxanda biz məlumatlar ona görə verilir, təqdimatlar ona görə keçirilir ki, siz bu məlumatları yazasınız, öyrənəsiniz. Sizin təkcə kitabınızda olmasın. Yoxsa məndə kitab var artıq, mən o kitabı sabahda çıxartdıra bilərəm, gedib sabah o kitabı verərəm nəşriyyatda, çıxardaram. Satacam o kitabın bir ədədə 60 manat, 70 manat satacam. Amma o kitabın sizin əlinizdə olması sizin əlinizdən tutmaq demək deyil. Əksinə sizi kör eləmək deməkdir. Ona görə ki, siz o kitaba arxayın olacaqsınız. Günlərin bir günündə, bir yana gedəndə əlinizdə olan çanta, kitab o çantaya yerləşmədiyi üçün kitabı apara bilməyəcəksiniz. Qalacaqsınız belə. Və bugün biz sizə deyirik, bunu götürün, yazın, qeyd edin, dəftərçiyə qeyd edin, dəftərinizə qeyd edin. Kitab, ayrıca bir kitab kimi bir dəftər alın. O qədər də bahalı bir şey deyil, ajanda. Kitab dükanlarında satılır. Alın və gündəlik özünüzə tutun, yazın, orada olan məlumatları yazın, qeyd edin. Nə, hansı xəstəliyə necə vermək olar, kimlərə vermək olar, kimlərə vermək olmaz, neçə yaşlı insanda, hansı xəstəlikləri var, irsi xəstəliyi varmı? Bütün bu şeylərin hamısı bir-birini tamamlayır. Siz arxalamaq istəyirsiniz, məsələn üçün. Amma hərəkət eləmək istəmirsiniz. Arxalamaq üçün sizin hərəkət eləməyiniz vacibdir. Bu demək deyil ki, elə ersağın mən bədən bərkitdirici məsələn kremini çəkəcəm, gedib kofeni içəcəm və ya məsələn morinqanı içəcəm, falan şey eləyəcəm və mən arıqlayacağam. Yox, elə deyil. Elə bir şey yoxdur. Baxın, mən çox belə deyək də ürəyimdən çox keçdi. Sadəcə olaraq onun vaxtı olmadı, mənim də vaxtım olmadı, açığı. Allah rəhmət eləsin, rəhmətli Qənirə xanım. Bax, Qənirə xanım, bəlkə də o xanım sağ qalardı. Bəlkə də qalardı sağ.
Amma artıq keçib. Yəni arxadan danışmaq ki, deyim ki, belədir, belədir. Elə deyil. O düzgün yönətilməməsi məsələsi var arıqlamanın. Bəli. Lazımı yerdə nəyi saxlamaq lazım gəlməlisən, onu bilməlisən. Aclıqla və ya orucla arıqlamaq olmur. Aclıqla arıqlayandan sonra dərhal geri qayıdır. Siz gündəlik rasionunuza qayıdan kimi dərhal geri qayıdır. Bundan ötürü hərəkət çox vacibdir, bir mənalıdır. Və o asılıdır müəyyən adamlardan və heç də hamı arıqlaya bilmir. Arıqlayır. Elə var ki, o insanlar arıqlayarkən çox eybəcər olurlar. O adamların kök ölməsi vacibdir. Heç də hamıya arıqlamaq düşmür. Yəni bu şeylərin hamısını bilmək lazımdır. Bilmək Əksər adamlar vacibdir. diyetadan sonra çox xəstə düşürlər. Başqa Bəli, xəstəliklər baş qaldırır. bəli. Ona görə sağlam arıqlamağın Bəli, yolları var. sağlam. Sağlam arıqlamağın yolları var. İstənilən adamı istənilən kilo çəki dərəcəsinə salmaq iqtidarındayıq Allah'a şükür və bunu da eləyə bilirəm də. Amma bunu sən gəlində deyinən ki, sən gəl bundan ötürü sən falan qədər pul verməlisən, falan qədər şey eləməlisən, Eysaqdan falan şeylər almalısan. Adam deyəcək, yox, şuna danışsın, məndə o imkan hardadır? Necə olur ki, sən gedirsən iynələrə pul verirsən, botoksa pul verirsən, sən gedirsən falan şeylərə pul verirsən, amma deyəndə ki, Eysaqdan gəlinən, məsələn, falan şey əlindən və gündəlik yeməklərindən falan şeyləri çıxartma, falan şeylər eləmə və bu hərəkətləri də eləyəcəksən. Bunu deyəndə sən pul vermək istəmirsən. Yəni söhbət bundadır. Biz bir millət olaraq, ümumiyyətlə də mən millətimi çox sevən adamam, amma bununla bağlı da yenə mən millətimin çatışmaz cəhətində deməyə çalışıram. Biz bir millət olaraq Sovet dağılandan sonra, Sovet hökuməti dağılandan sonra oxumaqdan birinci ayrılan insanlardanıq, birinci ayrılan xalqlardanıq. Yəni biz oxumağa sevməyən bir millətə çevrilmişik. Halbuki hər birimizin evimizdə bir kitabxanamız var idi. Mənim evimdə bu gün də var, mən bu gün də alıram kitablar, mən bu gün də oxuyuram. Mən də, həyat yoldaşım, evlatlarım da. İndi kim eləmir, indi o onun öz günahıdır. Deyirsiniz ki, sizin imkanınız başınızdan aşır, Vüqar müəllim, siz eləyirsiniz. Yox, valla, mənim deyim, mən də sizin kimi sıravi bir insanam. Mənim də başımdan aşmır. Amma mən lazım gəlir, gedib, məsələn üçün, telefonum 8 ilin telefonudur. Mən gedib o telefonu dəyişmək mənə lazım deyil. Mənim telefonumdan zəng gedir, zəng gəlir. Mənə ehtiyac yoxdur mənə nədən ötürü. Mən gedib o təzə telefona 1500 verincə, elə gedərəm bundan sonra 5 dənə kitab alaram o kitabı oxuyaram. O mənə daha sərfəlidir. Nəinki daha gedib mən sənin üçün 1500 manat telefona verməyə. Mən düzgün başa düşürəm. Kiməsə bəlkə bu xoş gəlmir, amma mən belə düşünürəm. Bu mənim düşüncəmdir. Siz də həmçinin xanımlar. Əgər özünüz o şeyi eləmirsinizsə, onu başqasına məsləhət görməyin. Əgər siz, məsələn üçün, qlem baldan istifadə edibsinizsə, nəticəniz varsa, hökmən qlem balı deyin və qabağa çəkin onu. Ki, mən qlem baldan istifadə elədim, falan nəticəm var. Almışam, bax, belə eləmişəm. Bu aldığım nəticədir. Məsələn, Yeganə xanım deyirsə ki, mən əgər D3-ümü, mənim falan qədər idi D3-ümü, mən indi qaldırıb eləmişəm 29-30, bunu hökmən vurğulayın, bunu hökmən deyin, qarşınızdakıya çatdırın bunu. Bunu qarşınızdakına çatdırın. Çünki qarşınızdakının sənin o şeylə xəbəri yoxdur. Siz yaxşı bildiyiniz, düz bildiyiniz şeyi deyin. Başqa heç nə əlavə eləməyin. Bir dənə deyinəm, mən D-dən bu nəticəni almışam, qardaş. Bacım, mən bu nəticəni əldə eləmişəm, Ersaqdan mən bunu görmüşəm. Gördüyünü deyinəm. Aldığın nəticəni deyinəm. Başqa heç nə demə. Bundan gözəl reklam yoxdur. Bundan gözəl reklam yoxdur. Bundan gözəl, yenə deyirəm, bundan gözəl reklam ən gözəli göstərmək. Bəli, hökmən göstərməkdir. Hökmən göstərməkdir. Evində Ersağın kremi varsa, bir yana gedirsən sonra kremi çək. Evində Ersağın adi, belə deyək də, probniki varsa, probnik deyirəm. Hələ mən doxisini demirəm, probnik indirəm. Ətərini demirəm, probnik, nadicə probnik, 7-8 manat olan probnikdir. O probnikin vur get, ondan çıx. O iyi, kiməsə o qoxu, o ətir kiməsə xoş gələcək. Hökmən səndən soruşacaq, nə ətirdir bu? Filan şirkətdən almışam. Sənin üçün şeyi bu qədərdir, probniki bu qədərdir. Mən bunu xoşlayıram. Sadəcə bunu deyim. Mənim beynim rahatlaşır. Elə bilirəm, mənə əlavə bir enerji verir bu
ətir. Deyilmək tərzi var. Ho var dağa çıxardır, ho var dağdan endirir. Bunu hökmən deməniz vacibdir. Vurğulayın hökmən aldığınız nəticəni, vurğulayın hökmən gördüyünüz işi, vurğulayın aldığınız o xoş təəssüratları. Göstərməyin, and içməyin. Heç nə eləməyin. Sadəcə olaraq aldığını dinlə, gördüyünü dinlə, başardığını dinlə. Mən bax filan kəs, bax belə ayaqlarım partlayırdı mənim. Sevil xanımdan məsləhət aldım. Sevil xanım dedi ki, filan şey, Yegan xan bunları eləyən. Mən də elədim, vallahi bu dəqiqə elə bil anadan gəlmə kimi olmuşam. Heç gəlmə, bax bunu de. Da deməyən ki, ay qız sənin də ayaqların ağrıyır, sən də istifadə elə. Bunu de və çəkil, sakit dur. Çəkil, başqa söhbət elə. Başqa söhbət elə. Bunu vurğula, çəkil, dur qıraqda. Sən bax gör, o adamlar özləri sənə zəng eləyirlər, bəlkə də utanırlar başqalarının yanında sana deməkdən ki, Yegan xan, bəs mən ona necə ala bilərəm, mən nə edə bilərəm. Bəlkə adamlar utanır buna. Özəldən sizə zəng eləyəcəklər, sabah sizə zəng eləyəcəklər, axşam sən evə gedəndə zəng eləyəcəklər ki, Yegan xan, bəs o nətər olan şeydir, sən nə harda, neçəyə onun qiyməti, necə almaq olar, necə əldə eləmək olar. Bəli. Bir də Geri dönüş uzun olacaq. uzadılı söhbət etmək lazım deyil. Qısa. Bəli. Bildirişi qısa verin. Qısa. Məlumatı da qısa verin. O özü maraqlanacaq. Bəzən elə şey var ki, bir şeyin üzərində sən çox duranda həmin adam düşünür ki, sən onun ağrıları, onun bədəninə görə pul qazanmaq istəyirsən. Yəni ondan istifadə etmək Onun istəyirsən. üzərindən pul qazanmaq istəyirsən. Bəli, onun üzərindən pul qazanmaq istəyirsən. O anında insan avtomatik onu düşünür. Bu da realdır. Çünki hər bir insan düşünər. Məsələn, siz getmisiniz mağazinə, məsələn belə deyək. Bir paltara baxırsınız, biri sizə yaxınlaşır, deyir ki, ay xanım, sənin üzündə ləkələr var, gəl sənin üzünə krem verim. İstər-istəməz sən ona qayıdıb belə əsəbi, aqressiv baxa bilərsən ki, sənə nə? Məsələn, mən burada paltara baxıram, mənim xoş günümdür, heç xatırlamıram, sən mənə onu xatırladırsan. Olmaz. Yəni bilirsiniz məsələ nədir? Məsələ qısa şəkildə, bəli, mən bilirəm, çox da gözəl nəticələr var. Budur və salam. Artıq başqa söhbət edirsən. Nə qədər olmasa həmin insan evinə gedəndə də düşünür, o məlumatı səndən almağa çalışır. Amma anında istəmir. Sadəcə özünü orada göstərmək istəmir. Anında istəmir ki, sənə bu təklif edək ki, hardan almısan, necədir, nətərdir, soruşmur. Və yaxud da ortamında başqa söhbətlər gedir, əylənmək istəyir, xoş gün keçirmək istəyir. Heç istəmir də maraqlansın Ersaqla, məsələn. Bəli. Amma mən Mesil üçün 5 dəqiqə ağrım kəssin. Səbirləri yoxdur da onu gözləməyə. Bəli, amma baxın belə bir şey də var. Mənim dünən başıma gəlib, davamı da bugün. Deməli, bir qardaşımgilin qonşusunda qardaşımın yoldaşı parka yürüşə gedir səhər-səhər. Yolda o qonşu ilə nəsə bir yerdə gedib gəlirlər. Bu deyib məndə analizlər verdim, D10 çıxdı, filan şey belə çıxdı, filan şey bu. Ayaq ağrıları, yuxum yoxdur, budur. Bu deyib ki, belə-belə də yeganə də bir vəziyyətdə idi. Zəng vur, nömrəm var idi əslində onun, amma hər dəqiqə onunla danışan deyildi. O dünən ona deyib, bu gün o mənə zəng vurdu. O dedən mənə də gətir. İndi Siz desəydiniz, o zəng eləməyəcəkdi sizə. Mən desəm eləməzdi, bəli. İnanın, o qədər deyir, aparatlardan keçdim. Elə bir analizdə qalmadı ki, eləmədiyim. Bu şeylər yox, D çox aşağı əsas. Bir də maqnezium çatışmazlığı. Dedim, maqnezium heç bir qidada olmur. Ona görə bunu belə qəbul eləməlisiniz. Ancaq məsələn D-dir, bəzi A-dır, Y-dir, B-dir. Məsələn vitaminlər var ki, onlar hansı qidalardansa alırıq da onu. Ancaq yeganə bir vitamindir ki, maqnezium heç bir qidada yoxdur. Mən bildiyim qədər, bəlkə boranı yağında çoxdur. Boranı yağımızda maqnezium çoxdur. İndi o yağında ola bilər, ay Sevil xanım, amma kimdir onun hər gün boranı çayda yesin? O siz kimi aiddir. Mən belə deyirəm. Baxın, mən həmişə belə deyirəm. İndi bu qar müəllim də yəqin düzəldər, əgər yanlışım varsa.
Mən deyirəm ki, əgər bir insanda maqneziumun oldusa, o boranı yağı ilə onu bərpa edə biləcəksə, boranı ilə, bu bilmirəm. Amma mənim özümdə olsa, mən takviyə ilə bunu qəbul edərəm. Sonra isə yavaş-yavaş boranı ilə davam edərəm. Amma bizim boranı yağımız çox güclüdür. Niyə güclüdür? Baxın, boranı yağı var, başqa yerlərdə satışını, mən onun istehsalının fərqini göstərirəm. Başqa yerlərdə var, siz onu, boranı yağını alıb, üzərinə yazılıb ki, bir xörək qaşığı səhər, bir xörək qaşığı axşam içə bilərsiniz. Amma Ersağın boranı yağı elə deyil. Ersağın boranı yağını 4-5 damcı səhər, 4-5 damcı axşam, amma onu da bir müddət işlədəndən sonra keçirsiniz, çoxaldırsınız. Amma nəyə görə bizdəkinin qablaşdırması bu qədərdir? Amma sizin hər hansı gedib bir yerdən aldığınız boranı yağının qabı bu boydanadır. Heç alıb 3 bankada içənlər var, xeyrini görmürlər. Niyə? Niyəsinin səbəbi budur ki, boranı yağları görürsünüz, satışda boranı tumları satışda var. Onların var açıq yaşıl və var tündə çalan. Gərək onu siz tapıb təmizini ala biləsiniz ki, onun da yağını sıxıb içəndə və yaxud özünü yeyəndə sizə fayda verər. Sizi yəni aldatmayalar. Amma bizim şirkət bunu nəyə görə belə istehsal edib? Çünki boranını özü yetişdirdiyinə görə bilir hansı növ boranıdan hansı yağı alacaq və onu hansı işləmdən keçirdəcək, hansı gözəl bir laboratoriyadan və onu hansı dərəcədə sənə çatdıracaq və sən onu içib xeyrini görəsən. Nəyə görə də görürük? Bax, mən 4-5 nəfərə vermişəm özü uşaqlara, qəbz olan uşaqlardan nə boyda qurt salıb, yekə qurtlar salıb. Baxın, Sevil xanım, Var, ancaq başqa qidalarımızda yoxdur demək istəyirəm. Məsələn, bu yediyimiz məhsullarda, axı boranı yağı onun çəyirdəyindən hazırlanan yağdır. O təbii deyil də, yəni təbii yolla çatmır da, onu bir istehsal eləyib bizə çatdırır da Ersaq şirkəti və yaxud başqası. Yeganə xanım, mən özürlü sayın müdaxilə eləyim, bir kəlmə, bir dənə söz deyim, mən gedəcəm indi. Sadəcə olaraq belə bir şey deyim. Bugünkü gün bazarda satılan, Azərbaycan bazarında satılan boranı çəyirdəkləri, boranı çəyirdəyi deyil. Siz bir dənə götürün, bir dənə diqqətlə, bir dənə baxın, boranın çəyirdəklərinə, bir dənə götürün, baxın, paketin içində olan boranın çəyirdəkləri var. Götürürsən o boranın çəyirdəklərinə, həmin çəyirdəklərə baxırsınız, siz bir dənə baxın, onların hamısı elə bil ki, maşından çıxır. O, qidadır, amma boranı deyil və Azərbaycan məhsulu deyil. Mən sizə nə dedim? Mən həmişə hamınıza demişəm. Ölkədə 400 kilometr, yəni öz yaşadığın bölgədən 400 kilometr kənardan gələn məhsullardan almamağa çalışın. Nəyə görə? Çünki o sizə xeyir verməyəcək, o sizə ziyan verəcək. Ona görə, məsələn üçün, Özbəkistandan gəlir qaysı. Mən niyə Azərbaycanın Ordubadın qaysısını qoyub Özbəkistandan gələn qaysıyı almalıyam? Və ya qaysı haçından qaxta yetişib ki? Qaxdan gələn qaysını almışam, gətirirəm, qoyuram suya, sapsarı su çıxır. Baxıram, görürəm ki, rəng çıxıb, rəng vurublar. Yəni bizdən, burada Azərbaycandan. Yəni bunu mənə düzgün başa düşün. Əgər, məsələn üçün, biz Sevil xanımla getmişik, Qəbələyə getmişik, Qəbələdə ən çatışmayan, belə deyək də, vitamin yoddur. Ən çatışmayan vitamin A. Ondan belə variantı yoxdur. Ən çatışmayan vitamin yoddur. Yod çatışmazdır onun. Demək olar ki, elə bir ailə yoxdur ki, orada tiroid bezindən problem olmasın. Təsəvvür edin ki, adamın həyətində 10 dənə ağac var. 10 dənə ağac var. Xurma ağacı. Xurmalar yerə tökülüb. Bu xurmaları toyuqlar yeyir. O adamlar o xurmanı yığıb, o xurmanı qurudub, yod kimi istifadə eləmirlər. Halbuki ondan güclü yod üçün
əlavə yoxdur. Gedib yod əlavəsində almaq ayrı bir şey. Ona pul verincə sənin qapında var adam. Mən bunu başa salıram, deyirəm bunu. Televizorda da deyirəm mən bunu. İnstitutda da dərslərimdə deyirəm mən bunu. İnsanlarla danışarkən də deyirəm ki, yenə çatmır bu cəmaata. Yenə çatmır, başa düşürsünüzmü? Ona görə sizin boynunuza düşən vəzifə insanlara məlumatı düzgün çatdırmaq. Qısa, konkret, lakonik halda, başa düşülən halda və dəqiq çatdırmaq. Geridə qalan məsələ o adamın məsələsi. Ona görə başınızı yormayın. Adam qanmırsa qanmır, ona yaxınlaşmayın heç. Ona heç yaxınlaşmayın. El adamlara heç belə deyib, qulaq asıb, el adamlarla mükalimə girib başınızı ağrıtmayın, başınızı yormayın. Perspektivli insanlarla perspektivli söhbətlər edin. Yəni normal insanlarla, pozitiv insanlarla danışın. Belə adamların necə oturub durmağa da dəyməz. Üzürlü sayın, əgər mən sizin vaxtınızı aldım yəqin ki, dönə Ya, dönə çox sağ olun, müəllim. Allah razı Biraz olsun. gec Çox sağ oldu, olun. biraz gec oldu, mən başqa dərsə qoşulacağam. Buna görə mən üzürlü sayın. Çox sağ olun, Görüşürüz. Çox sağ olun. Allah razı Sağ olsun. olun. Çox şad oldum. Sağ olun, sağ olun. Sağ olun. Axşamınız xeyir olsun Seyir xanım, necəsiniz? İnşallah Axşamınız xeyir, yaxşısınız. Sevil xanım. Siz necəsiniz? Sağ olun, şükür Allaha, elhamdülillah, hər şey yaxşıdır. Elə çox sağ olsun Vüqar müəllim, hər dəfə bizim seminarda iştirak eləyir, çox faydalı məlumatlar alırıq. Elə sizdən də, müəlliminizdən də. Çox sağ olun. Mən özüm də bölüşmək istəyirdim. Hər dəfə deyirəm, yenə də vurğulamaq istəyirəm ki, mən birinci gündən də demişəm ki, özüm öz ailəmin üzərində hər şeyi öyrənəcəm, ondan sonra kiməsə məsləhət eləyəcəm. Dəfələrlə demişəm, ən birinci özüm və yoldaşım istifadə elədik. Şükür Allaha ki, çox yaxşı nəticələrimiz var. Hamımız da ailəmizdə sağlıqlarımıza qovuşmuşuq. Yoldaşımda qığırtaq problemi, ayaqda, əzələlərdə ağrılar, artroz, artrit, revmatizm, hamısı yavaş-yavaş sıradan gedir. 3 ayda biz qəbul edirik, davamlı, hər şeyi vaxtında eləmişəm. Və bəyək ki, o üz söhbətinə görə də vurğulamaq istəyirəm ki, baxın, özümə qıyıb almadım kollagenini, amma yoldaşıma artıq ikinci dəfədir kollageni verirəm. O qədər gözəl üzündə dəyişiklik gedibdir. Çünki gün ərzində mühəndis olduğu üçün havanın təsiri altındadır. Həm üzdə çartlama, quruma, qaralma gedirdi. Günəş kremindən, altındakı o gündüz baxım kremindən istifadə edirəm. Üstəlik də kollagen maşallah olsun, cavanlaşıb, hamı da onu vurğulayır. Hamı da vurğulayır. Görürsünüz nə gözəl. Çox yaxşı nəticələr aldıq. Keçən dəfə mən sizə demişdim, o məsələdə də, yəni hamıda olduğu kimi mədədən problemi var idi. O həll olundu. Ən əsas da ki, bu adam bütün günü səhər saat 7-dən axşam saat 5-6-ya kimi ayaq üstədir. İnanın ki, ağrılardan o adam ayağının ağrılarından dayana bilmirdi. Şükür bu günümüzə. Baxın, əzələ ağrıları Sevil xanım çox insanın bütün bədənini idarə edir. Əzələ ağrıları, biz əzələ ağrısı dedikdə, biz saymayaq, insan qocalanda əzələ ağrısı olur, elə deyil. İnsan bədən immuniteti zəifləyəndə əzələ ağrıları baş qaldırır. Bu uşaqlarda da var. Fikir verin, uşaqlar biraz çox oynayanda, gəzəndə gəlirlər ki, ayaqlarımız ağrıyıb, aqressiv olurlar, əsəbi olurlar. Əzələ ağrıları insanın bütün bədənini idarə edir. Mən deyirəm, elə bir ki, belə götürək, 2 belə məftildir. Hüceyrələr və əzələlər. Hüceyrəyə, sinir hüceyrəsinə əzələ informasiyanı verir. Sinir hüceyrəsi də əzəliyə informasiyasını verir. Və bunlar qopanda, bir-birlərindən düzgün informasiya verməyəndə və təzdən bərpa olanda bunlar belə şux olmurlar. Biraz belə boş olurlar, boş. Boş olduğuna görə də insan bütün günü o əzələlərin üstündə duracaq, bütün bədənini ona söykəyəcək, enerjisini ona söykəyəcək, o bütün gün onu gəzdirməlidir, iş aparmalıdır, işdə onun bütün enerjilərini verməlidir, ona gücü çatmır. Və həmin əzələlərə qocalmış əzələlər deyirlər. Yəni onlar
bərpa olmadıqlarına görə onlara qocalmış əzələlər deyirlər. Ona görə də biz hər zaman çalışmalıyıq ki, sinir hüceyrələri öləndə onlar yenilənsə də sanki elə bil ki, belə bir şey götürək. Bu belə bir qabın içinə qaş-daş doldurmusunuz. Hər dəfə o sinir hüceyrələri yox olanda o qaş-daşın biri azalır. Bərpa olmur. Təzədən onlar parıldanmır. Onları bizim gücümüz çatmır onu bərpa etməyə. Və bəzən biz görürsünüzmü, biz deyirik ki, 30 yaşında bir insan deyir, sanki mən 90 yaşındayım. Bax, hamısı onların səbəbləridir ki, həmin insan o hüceyrələri bərpa edə bilmədiyinə görə, onlar da yenilənəndə də əvvəlki kimi, yaradılışı kimi olmadığına görə o insan özünü elə hiss edir. İnşallah ki, bundan da yaxşı olacaq. Bir də bayaq Vüqar müəllim də vurğuladı, qısa danışın, qısa məlumat verin. Mən həmişə elə çalışıram. Ümumiyyətlə, elə dərslərimdə də eləyəm. Uşaqlara həmişə onların bildiyi hərəsinə öz yanaşmasıyla, yəni öz qabiliyyəti ilə izah edirəm. Yeganə müəllim xanım da bir ara onun da tələbələri oldu. Maşallah olsun, çox gözəl də nəticə verdi. Yəni Yeganə xanımda da o var ki, hər insanın öz psixologiyasına yanaşması var. Elə mən də. Dünən Sevil xanım, dünən yox, sıraxa gün bir xanım özü zəng vurdu. Dedi ki, Sevil xanım, siz baxıram sizin satışlarınızda xoşuma gəlir. Deməli, özdə o qədər mənə inanırlar ki, ona görə də zəng vurub soruşdu. Dedi ki, mən də üzr istəyirəm hamıdan, menopauzadayam və çox çətinliklə də 5 ildir əziyyət çəkirəm. Mən ondan soruşdum, bu suallarınızı yazmışam, ilk veriləcək sualları, hamısını soruşdum. Dedim, daşınız yoxdur ki, dedi, bilmirəm. Dedim, Ayda xanım, onda birinci daşınızı yoxladığında, ola bilər ki, ödünüzdə, böyrəyinizdə, dedi, məncə yoxdur, mən heç vaxt əziyyət çəkməmişəm. Nə lazım idi? İlk öncə mən ona dedim ki, birinci, gəl belə eləyək də, vitamin D-ni və propolisi elə belə profilaktik elə. 1-2 gündən sonra gördün yaxşısan, davam elərsən ya da get analizləri ver, hər halda daşı da yoxla. Bunların hamısını qısaca tez ona sual cavab elədim və başladı həmin gündə, gələn kimi başladı içməyə. Bu gün səhər-səhər mənə zəng eləyirdi ki, mən işə gedirdim, özüm pis elədim, yoldan qayıtdım. Sevil xanım, olardımı ki, propolis elədi məni? Dedim, Ayda xanım, siz mən deyəndə ki, gedin birinci həkimlə müayinə olun, sonra başlayın, tələsdiz, başladınız. Neçə damcı başlayıb propolislə? Elə demişdim ki, ilk öncə 2 damcı. Çox dedim, eləmə. Vitamin D-ni dedim 3 damcı, 4 damcı içə bilərsən, ancaq propolisi 2 damcı ilə başla. Və evdə var idi, mən özüm ona göndərdim. Onların hər ikisi ona, bilsiz, mən 2 damcı D3K2 də edə bilər. Niyə? Niyəsini deyim, mənim özüm D3K2-ni ilk dəfə 2 damcı qəbul elədim. Məni silkələdi. Özümü pis elədim. Başım ağrıdı, gözlərim dumanlandı. Sanki çox pis elədim. Amma 3-cü, 4-cü, 5-ci gün zaten bu gözəl bir şeydir. O orqanizmaya təsir edir. Təsir edir. Ondan qorxmasın. O ilk dəfə qəbul edib, ona görə o olmalıdır. Amma o öd daşlarına onların təsiri yoxdur. Sevil xanım, ancaq gedibdi bu günlər, OZ-dən köçüb, o böyrəyində 15 milli daş çıxıb. Daş çıxıb, Biz belə deyək də, orada K var axı, daş olduğuna görə. Ona görə. K var, bəli, kalsiyum. O da daşlara olmaz axı. O dedi ki, sразу dedi, birinci gün içən kimi mən kişilər varsa üzr istəyirəm, hiss olundu deyir, rəng dəyişmə var idi, dedi. Bəli, o baxın olur. Yəni, belə deyək də, amma qorxulu bir şey deyil. Məsələn, o həmin gün it burnu çayı da içsə, onda dəyişiklik olacaqdı.
Yəni bunun qorxulu bir yanı yoxdur, amma insan əlbəttə ki, bədənini tanımalıdır, bilməlidir, sonra qəbul etməlidir. Bəs indi o davam eləyə biləcəkdir. Daşına görə nəsə etmək olacaq. Daşına Düzdür, o görə da olacaq. mən sizə deyəcəm, indi nə verin ona. Hı hı, hı hı. Çox sağ olun Sel xanım. Allah razı olsun. Başqa xanımların da Firəngiz xanım nə yazıb? Sevil xanımlar kameranı yana hər Hər iki ikiniz. kamera yanan göstərir. Hə, mən qoymuşam, zaryadkaya qoymuşam, telefonum sönür. Ona görə belə qoymuşam. Sevil xanım da eynəndi sizdən. Hə. Ona görə gördüm ki, sönür. Xanımın böyrəyində daş varsa, siz ona şey verin. Protek 20. Protek 20-ni az doza ilə verin, çox az doza ilə. Məsələn, 1 milli ilə başlasın. 20 gün 1 milli, sonra qaldırsın yavaş-yavaş, həftə-həftə 2 milli, 3 milli, 4 milli, 5 milli. Onu bir 3 ay içsin, fasilə versin, 3 ay yenə içsin. Bax, belə yavaş-yavaş o daşları əridəcək. Səs gəlmir, hə? Gəlir Sevil xanım, gəlir. Gəlir, hə. Hə, baxın belə. Sonra bax, nəticələriniz əslində paylaşın. Burada məsələn bir 10 nəfər olsa, 10 nəfər hərədən bir şey götürsə, o da bir yenilikdir. Sonra yeni gələnlərinizi çalışın, seminarlara dəvət edin. Siz hər bir sözdə bir öyrətmək üçün bir kəlam var da. Yəni insan o kəlamı götürür, deyir, mən bunu bilmədim, bunu da qeyd etdim. Doğru deyəndə desək Sevil xanım, hərədən bir söz oğurlamaq olar burada. Bəli, insan zaten elədir. İnsan bizdə bir şey var, deyir ki, o hər şeydən nəsə oğurlamaq xarakterindədir. Əslində biz ona o deyirik, nə deyirlər, hopdurma. İndi biz loru dildə ona oğurlamaq deyirik. Qulaq eşidirsə, onu öyrənir. Baxın, mən burada bir şey qeyd edeyim. Müəyyən şəbəkələrdən, hardansa daim oxuyub öyrənməyi xoşlayıram. Dünən bir şeylə qarşılaşdım. Deməli, məndə də tanış xanım var. Deməli, buna 17 dənə D vitamini yazıb həkim. 17 dənə D3. Mən dedim onun şəklini çək mənə at. Bunun da belində qrijası var idi. Daha nə yeriyə bilmirdi, ayağım bitər. Özdə 36 yaşı var. Yaşlı da deyil. Bütün həkimlər, fizioterapiyalar, bu adam sentyabrdan bu yanvarın ortasına qədər bir 5-6 min pul xərclədi. Fizioterapiyalara, ağrı kəsici iynələrə. Deyirəm, ay qız, bu müalicə deyil, get yoxlatdır, sənin bu çatmır, bu çatmır, bu çatmır. Nəysə professorlar deyib, mənə inanmadı. Sonra getdi sonda həkim mən deyəni dedi, ancaq əməliyyata çox pis vəziyyətə düşdü, əməliyyatda oldu. Deməli, mən dedim, mənə at o şəklini. Gördüm, sadəcə D3 yazılıb. Mən də araşdırmışam Sevil xanım, D3 tək olanda o sinirlərdə depolanır. O sümüklərə getmir. Bəli. Deyirəm, onun yanında nəsə deyir, yox, Yeganə xala, bahalıdır, birinin nə bilim 23 manat alıb, nə yoldaşım 17 dənə yazıb, hamısını da alıb. İnanırsınız, o da yarımçıq qaldı. Yəni, sonra nəvəmi o gün bağçadan gətirməyə getmişdim keçən həftə. Gördüm, axşam tərəfi hava qəşəkdir. Müəllimələr çıxardıb həyətdə, uşaqlar bu sürücək, ora-bura yerləncəkdə oynayırlar. Uşaq gəlmək istəmədi, dedim, biraz oynasın. Gördüm, 2 dənə cavan gəlindir, görünür ki, tanış idilər, söhbət eləyirlər. Mən nömrəmi verdim o xanımın birinə. Deyir, 4 aydır D içirik. 11 idi, indi 12 olub 4 aya. Təsəvvür eləyirsiniz. Həkimlər də Əgər o bilir. insanın, belə deyək də, bəzi insanlarda bizdə də ola bilər, bizimkilərdə də ola bilər içərkən az. Çünki həmin insanlarda bağırsaq təmizləməsi olmasa,
Onlar sorulmur. Bir də D var, dilin altından sorulur qana. Bir də var ki, D var, içirsən gedir mədəyə, mədədən gedir bağırsağa, itirə-itirə gedir. Bax, bunların fərqi var. Məsələn, bizim D vitaminimiz dil altından qana qovuşduğuna görə, amma qandan da gedib bağırsaqdan keçdiyinə görə, həmin kimdə ki, çox böyük bağırsaq problemi varsa, orada da itirə bilər. Yox, uşağı da elədir axı, uşaqda da azdır. Ana da cavan gəlin idi, 28-30 yaş arası. Yəni Mən fərqi deyirəm yeganə xanım. Yəni Bəli. bizim də biz nəyə görə məsələn verərkən birinci zeytun ekstraktı veririk, kəkik suyu veririk, çörək otu veririk ki, bağırsağını təmizlə. Məsələn, mən hər adama sraz D vermirəm. Bəli. Çünki onlara ən əsas siz birinci verin zeytun ekstraktı, çörək otu, qoyun onları təmizləsin, təmizlənəndən sonra D vitamini verin. Yəni tələsməyin, həmin insana da deyin. Və yaxud da ki, məsələn, bu demək deyil ki, 3 ay, yox. Siz 1 ay ən azından heç olmasa bu kekik suyu, çörək otu, zeytun ekstraktı içsin, bu bağırsaqlar təmizlənsin. 1 aydan sonra da onlarla birlikdə D vitamini də qəbul eləsin. Bu və yaxud probiotik qəbul eləsin və yaxud. Bu gözəl təmizlənmədir və gözəl də bədənə sorulmaq xüsusiyyətidir. İndi o xanımın, məsələn, belə deyək, bəzi xanımlara var ki, ola bilər ki, onda kalsium çox olub, bəlkə həkim ona elə yazıb. Onların hamısı bizim araşdırmamızdan asılıdır. Bizim nəyə görə, baxın, Vüqar müəllim deyir ki, sizin dəftər uçqanınız yanınızda olsun və hamısını qeyd edin. Düz deyir. Qeyd etmək, pulunuzu belə xərcləməyini gərək qeyd edək. İnsanlarla danışdığımızı gərək qeyd edək. Məsələn, bugün mən seminar toplantı verdim. Bu toplantıda neçə nəfər qoşulmuşdu? Onlardan kimlər fəal iştirak elədi, kimlər nəticə aldı və onların tam birlikdə olan fikirləri necə oldu? Mən onları qeyd etməliyəm. Amma biz bunu edirikmi? Xeyr, etmirik. Amma edənlər var. Və yaxud da mən kiməsə məhsul təqdim etdim, o yox dedi ki, 3 nəfərə təqdim etdim, biri hə dedi, ikisi yox dedi. Onlar nəyə görə yox dedi? Mən hansı yanlışlığı etdim? Mən hansı cümləni düz demədim? Mən çoxmu danışdım? Məhsul haqqında çoxmu geniş məlumat verdim? Bunlar yox dedi. Bax, bu hamısı əvvəl kimi illərlə alınan nəticələrdir ki, hər birimiz onsuz da nəticələrimizin üzərində itirdiklərimiz də var. Öyrənə-öyrənə gəlirik bu yolu. Baxın, Sevil xanım, bayaq mənim o birisi Sevilim dedi, qeyd elədi. Deməli, mən indi bu yaxınlarda yanıma gəlmişdi, həmin tələbə 4-cü kurs tələbəsidir. Qucaqlayır, deyir ki, mən hazırlıq 10-11-ci sinifdədir. Mənə hazırlıqda müəllim deyir ki, bunları sən hardan bilirsən? Kitablarda bu şeylər yoxdur. Yəni bu sistem, nəyinsə asan yolla, nəyinsə tapılması, nəsə. Mən elə şeylər vardı, onları uşaqlara yazdırırdım. Deyirdim, birdən pis baxarsınız. Onu yazdırıram ki, göz yaddaşınız soruşanda yadına düşsün ki, harda yazmışdım bu düsturu və yaxud bu nəyisə də bu qaydanı. Bax, ona görə həmişə yazdırırdım uşaqlara. Deyirdim, tənbəllik eləməyin. Bazar günləri sizdən artıq pul istəmirəm. Hər bazar gəlin, qoyurdum konspekti qabaqlarına. Buradan bura yazın, sonra onu mən təhlil eləyirdim. Sonra həftə dərs, yəni yadımda yaxşı qalsın deyə. Baxın, inanın mənim Vüqar müəllimin yazdırdığı nə qədər yazılar var ki, onu yazdırdım. Hətta yazarkən də qollarım ağrıyırdı. Mən Vüqar müəllimə dedim ki, Vüqar müəllim, biz yoruluruq da bunları yazarkən. Dedi, siz öyrənin, eyb yox. Arada fikirləşirdim ki, kimlərsə gedib pul qazanır, biz yazırıq. Amma indi fikirləşirəm ki, nə yaxşı ki, biz onları öyrənmişik, nə yaxşı ki, biz Vüqar müəllimdən olmuşuq, nə yaxşı ki, Vüqar müəllimin əvvəl bəzi cümlələrini mən başa düşmürdüm təzə-təzə qoşulanda.
Mənə bilirsiniz necə gəlirdi? Ağır gəlirdi. Bəzən zəng edirdi, qoşulmurdum. Baxın, həqiqi düz deyirəm. Amma sonralardan yaşam ortamında, həyatda qarşıma çıxanda Vüqar müəllimin çəkdiyi misallar burada çəkmişdi deyərək özüm özümdə o anda Vüqar müəllim axtardım ki, yox gedəcəm Vüqar müəllimə zəng eləyəcəm. Baxın, bəzi şeylər var ki, müəllimlər də şagirdlərə verərkən uşaqlar onu qavramayan uşaqlar var. Gedirlər, amma bir müddətdən sonra onlar başa düşürlər, səhv ediblər. Qayıdırlar müəllimlərin üzərinə. Bizim bax bu ersaq da elədir. İnanın bizim hər dediyimiz cümlədə, hər dediyimiz sözlərdə, hər bir-birimizə ötürdüyümüz enerjinin bir dönüşü olacaq. Yəni bu ola bilər mən olmaya da bilərəm. Ola bilər həyatdır. Biz burada dağılışa da bilərik. Hərəmiz başqa-başqa yerlərdə də işimizi qura bilərik. Yəni mən varam deyən siz burada deyilsiniz. Siz olduğunuz üçün buradasınız. Çünki onu siz öyrənmək istəyirsiniz. Yoxsa o qədər xanımlar var ki, baxın yüzlərlə xanım var, hamı qoşulmur ki. Öyrənmək istəmirlər, qoşulmurlar. Və yaxud da qoşularkən deyəcək ki, mən Sevil xanımdan nə öyrənəcəm, və yaxud Yeganə xanımdan nə öyrənəcəm, və yaxud Məryəm xanımdan nə öyrənəcəm. Elə deyil. Bizim hamımızın bir-birimizdən öyrənəcəyi çox şey var. Var və olacaq da. Yetər ki, biz burada dərsdə olaq və bunların hamısını yerinə yetirək. Məsələn, qida əlavələri haqqında inşallah, Şahanə də buradadır. Şahanə buradasan. Şahanə çıxıbmı, buradadırmı? Buradayam. Ay sağ ol qızım. Baxın, mən çox istərdim ki, qida əlavələri haqqında mənim öncülərimdən Məryəm xanım istərdim, Şahanə xanım istərdim ki, onlar qrupa məlumat bir dəfə də olsa seminar versinlər. Versinlər və hətta Şahanə maşallah mən deyərdim ki, çox şey bilir. Məsələn, mən gedim yerimə qoyub bilirəm ki, Şahanə məndən də çox bilir. Və sizlər də belə olacağını bilirəm. Məsələn, Aydən də olacaq, Firəngiz də olacaq. Firəngiz də maşallah öyrənir, Sevil xanım da. Hamımız öyrəndik, Yeganə xanım da öyrənir. Biz hamımız burada öyrənirik. Bizim işimiz bir-birimizdən öyrənməkdir. Və həyat elə öyrənməkdən ibarətdir. Baxın, elə çölə çıxırsan, yeni bir gül görəndə də onu öyrənmək istəyirsən ki, bu gül nə gülüdür, adı nədir? Bunu evdə yetişdirsəm, necə yetişdirərəm, necə baxma edərəm? Həyat insan yaranıb gedənə qədər öyrənir, ağlı başında olana qədər öyrənir. Belə. Axşamınız xeyir bir daha Sevil xanım. Axşamın xeyir Minə xanım, axşamın xeyir. Olar mən bir nəticə bildirdim. Buyur. Yəni bu yaxında siz bilirsiniz, sizin məsləhətinizlə, yəni mən eləyirəm hər şeyi. Bəli. Koronadan sonra qalan, yəni burun tutulması, iyi bilməsi, Bəli. hətta 2 ildir də artıq iyi bilmirdi. Qətiyyən heç bir iyi hiss eləmirdi də. Demək biz ona verdik, diatek verdik 6 dənə. Bir də Bəli. D3 K2 verdik. Bəli. Onun demək yoxlatdırma da düzü deyini. Dedi ki, mən hər il Almaniyadan gətizdirib onun kapsullarını atıram. Yəni mən fikirləşirəm ki, yaxşıdır. Yəni yoxlatdırmadı. Həm də biraz tam, yəni biraz yox, tam imkansız bir idi deyənə. Daha mən də çox üstünə getmədim, amma məsləhət dedim, yəni ki, içsəniz yaxşıdır, götürdü. Yəni artıq bitirib, bir də ki, hə, masaj kremimizi burun nahiyəsinə sürtməyi, alnına, burnuna məsləhət bildim, onu da elədi. Masaj kremini hətta 2 gün işlətmişdi. Yəni o dedi ki, mənim artıq yavaş-yavaş iyi bilməm qayıdır. Yəni ki, kəskin iyi bilmə iyiləri mən artıq hiss eləyirəm. Düzü tam yox, amma kəskinləri hiss eləyirəm. İndi 6 diateki içib bitirib, yəni onun çox pis öskürəyi vardı, sinəsində xırıltı var idi. Öskürək yoxdur artıq. Yanaqlarında qırmızı belə, elə bir ki, necə deyim, dəmirol deyim, nə deyim belə, yanaqları bütün qırmızı idi, alışıb yanırdı da belə deyim də. İndi o qırmızılar çəkilib, yəni ki, üz dərisi özünə qayıdır. Diatek dəri xəstələrinə sevə-sevə veriləcək bir məhluldur.
Aha. Hə, yəni ki, iyi bilməsi qayıdıb, öskürəyi çəkilib, onun dərisi, hə, üz dərisi deyirəm də çox qəşəngdir. Hətta deyir ki, dizlərimdə ağrı vardı. Bu D3K2-ni içəndən sonra diz ağrılarım da deyir çəkilib. Bəli. Yəni belə, nəticəmiz belə Əslində D3K2-nin az olmağı, kimdə bel sümük oynaq ağrısı varsa, bu %100 D3 artıq bədəndə D3-ün olmadığını siqnal verir. Bizdə bir xanım var, Sevda xanım, Sahil qəsəbəsindədir. O, bizim qrupumuzda da deyəsən var. Onun gəlini neçə illərdir Sibirdə işləyir, çoxdandır. Xanım gəlir, məndən məhsul götürürdü, ancaq şampunları götürürdü. Qida əlavələrinə yaxın durmurdu. Xoşu gəlmişdi bizim duş gelimizdən, şampunumuzdan. Deyir, gəlinimə deyirəm ki, valla nə yalan deyim, çox gözəldir də. Yəni, kim istəyər ki, məhsulun yaxşısını qoyub gedib xoşun gəlməyən bir şeyi alasan. Deyir, gəlinim də məndən inciyirdi ki, sən bir evin içində məndən qoyub, Sibirin mallarını qoyub, gedib Ersağınkini alırsan. Sonra bir dəfə gəldi, dedi ki, bəs mən neçə illərdir Sibirdən içirəm, məndə sümük ağrılarım, bir də yuxusuz yatmıram da, evdə hamı yatır, mən evdə gəzirəm. Dedim ki, gəl siz D3K2 götürün, dedi ki, qorxuram. Çünki Sibirinkini içirəm, halım çox pis olur da, özümə gələ bilmirəm. Yəni, tək bir dəfə yox, bir neçə dəfə içsəm, o günə qalıram, ona görə qəbul edə bilmirəm. Dedim, tamam, onda mən sənə gətirim verim, sən istifadə elə. Əgər elə olsan, gətirib qaytararsan, onsuz da mən evdə uşağıma, ailəmə istifadə edirəm. Dedi, yaxşı, mən buna D3K2 verdim. Yox, əvvəl bizim kalsium maqneziumumuzu içdi, çox xoşu gəldi. Sonra dedi ki, onda D-ni də verin, yağı. Yoxlayım, görüm. Gördüm, pis olduğumuzda biraz da panik atak. Zaten panik atak da D vitaminin əksikliyindən. Xanım bir həftə, ikinci həftəyə keçmişdi. Dedi ki, ayağımın üzərində şiddətli ağrılar var idi. Elə bir yanırdı ayağımın üstü deyib. O çəkildi və mən yatıram. Hamı deyir, evdə şokdadır ki, mən yatıram. Normal insan kimi gedirəm, başımı qoyub, səhər dururam. Dedim, nədən hiss etdin? Dedi ki, D3K2-dən. Mən onu içəndən sonra mən yuxum normallaşdı. İndi o xanım kollagen də bizdən alır, balıq yağını da bizdən alır. Deyir, neynim, gəlinimə demişəm ki, bala, 5 ildir sizin içirəm, mən sağalmamışam. 1 ildən az da ersaq istifadə edirəm, mən çox yaxşıyam. Biz danışmadıq, məhsul danışdı. Biz danışmadıq. Biz sadəcə onu təqdim etdik ki, budur. Məhsul onu bizə öyrətdi. Mən də fikir verirəm ki, həqiqətən də ersaq çox danışmaqdan çox göstərmək lazımdır. Nümunələr göstərmək lazımdır. Məsələn, gedirsiniz məktəbə, uşaqlar indi bunu müəllimələr daha yaxşı bilir. Uşaqlar hazırladığı uşaqların neçə uşaq yüksək bal toplayır, vururlar divara ki, filan kəsib bu qədər bal toplayır, filan kəsib bu qədər. Və bu nə deməkdir? Bu gələn şagirdlərin özünə daha artacağını göstərməkdir ki, bəli, bu il mənim 10 tələbəm qəbul oldu, gələn il 12 ola bilər, o bir il 15 ola bilər. Bizdə ersaqda da belədir. Ersaqda da belədir. Yəni, bugün Şahanə buradadırsa, bəli, Şahanənin mən deyirəm, cavansan Şahanə, amma bu işi daha gözəl, təmkinli, daha irəli apar və buradan daha gözəl, cavankən qazan, xoş günlərvi yaşa, istirahətvi elə, uşaqlarla hər istədiyi elə. Burada var, qazansı da, qəşəng qazansı da var, gözəl can sağlığı da var. Gözəl də ailə var. Yetər ki, onun qədrini bilək, amma edək. Siz necə? İllər, günlər tez gəlib gedir. Ömür tez gəlib gedir. Ömrə nə var ki, baxırsınız, 30 idin, uca olmusan 50. Bax, onu düzgün bölmək lazımdır. Mən nəyə görə, məsələn, Rusiya çalışmalarında Rus komandalarını, qadınlarını daha çox bizə misal çəkirəm, özümə də misal çəkirəm.
Çünki onlar həyatda gəzməyi sevirlər. Onlar çalışanda da pulun yarısını gəzməkləri üçün ayırırlar. Neynəsən də ona toxunmurlar. İstər ayaqqabıları olmasa da, paltarları olmasa da, onlar o gəzmək yığdıqları pula xərcləmirlər. Əl vurmurlar ki, mən gedib yayda haqqımdır, dincələcəm. Məsələn, Amerikada. Bizim qadınlardan hansı bunu edir? Sevil xanım, deyim gülün, o deyir biraz pozitiv bir şey qatım. Mən Sevil xanım bilir, qonşum var Gülbəniz xanım. O da işləyir də, yəni bir ay məzuniyyəti olur. Deyir ki, ruslar məzuniyyət pulunu alır, gedir. O vaxtda belə xalça yuma yerlər zadı yox idi də. Hamı zdanyanın həyətində, həyətdə kimin qohumu var, həyət evi aparıb orada yurdu döşəklərini, yorğanını. Deyir, ruslar gedir, deyir, məzuniyyət pulunu alır dincəlməyə. Biz də deyirik, məzuniyyətə çıxdıq, döşəyimizi yuyardik. Məzuniyyət çıxsaydım, yayda götürüm, Xalçamızı gələ yuyarıq. xalçaları yuyum, deyir. Biz də deyir, güya dincəlməyə çıxırıq da. Bəli. Ona görə, Əslində biz də bunu həyatımıza dəyərləndirmədiyimiz üçün həyat da bizə o dəyəri vermir. Elə bəli, xalça yuyursan, xalça yumağı verir sənə. Ona görə də biz də istəyirik ki, biz özümüzü dəyişək, artıq dəyişək. bəli. Dəyişmək, qazanmaq, ailəmizi gözəl saxlamaq, hamımız bunu istəyirik. Amma istəməklə düzəlirmi? Yox. Baxın, Mütləq də biz bunu qanuna özümüzü salmaq lazımdır. dəyər verməliyik ki, sağlam olaq, işi də ürəklə eləyək. Məsələn, mən o qədər həvəsliyəm iş görməyə. Ümumiyyətlə, üzr istəyirəm hər birinizdən. Mən belə adi vaxtı uzanım nəyəsə, televizora baxım nəsə, o şey yadıma gəlmir ki, məndə elə bir şey olur. Gündüz, heç vaxt. Yəni, yadıma sala bilmirəm. Çünki bir işlə məşğul olmamışam da. Yəni, çox işlə məşğul olmuşam. Bir eyni anda çox qazanc yeri məsələn. Ona görə fikirləşirəm ki, yəni o görəsən o nətər uzanırlar, nətər səbirləri çatır belə. Yağış yağanda həmişə mənim mamam, yəni mən ona heç çata bilmərəm. O çox qoçaq adam olub. Mənim mamam 2 dənə qonşumuz var idi. Evlərinə gedəndə iydən yaxın durmaq olmurdu. Yağış yağanda deyirdi, ay Allah, filan kəslə filan kəsin günüdür ki, iş görməyim elə. Yağışı bəhanə eləyim, gedim içəridə uzanım, yatım. Gedirdin, uşaqlar mələşir, ev iyi verivilənir. Nə gündə özdə yatır, fısıldayır. Yəni o adam şey kimi, qış yuxusuna gedən ayı kimi. Yəni Əslində onda da baxın, çatışmayan nə? Dəmir əksikliyi. Baxın, elə insanları görən kimi avtomatik siz o vurma cədvəli var, bax elə vurub bölüb çıxacaqsınız. Bu insanda nə baş verir? Əlbəttə ki, bu insanda zop ola bilər. Mütləq. heç şeylər yox idi. Valla indi yaşasa, onlar rəhmətə gedib də üstünüzə sağlıq. Yaşasalar 75 yaşları var idi. Yəni o dövr adamı üçün elə xəstəliklər zad belə yox. Yaşayıblar, yaşayıblar, amma ona yaşamaq demək olmazdı. Tənbəl idilər, sadəcə tənbəl. Vallahi Onlar yeyib da var. içməklə Bax, həmin qoçaq idi. bu məsələlərdə var ki, insanın bədənində çatmayan o minerallardan insanlar elə olur. D vitamininin azlığından, halsız, yorğun, yuxu olur. Bəli, çox olur. Məsələn, siz görsəz ki, bir insan özünə qapanıb, danışmır, gülmür, nəsə bütün günü belə üzündən qəmginlik tökülür. Məsələn, baxırsınız, hər dəfə görəndə o insanı eyni, bilin ki, o insanda mineralların çatışmamazlığı var. Sevin xanım, Rəngində bilinir, gözündə bilinir. mən deyən, gülən, bir evdəyəm, bir televizordan bir qəşəng musiqi olanda durub oynayan, yəni belə adam olmuşam da həmişə. Ailəmdə, çöldə, bayırda yox. Ancaq məsələn məndə yəni bu bir həftədə 10 gündə birdən elə düşə bilərdim bütün minerallar. Məndə sadəcə müharibədə oldum. O müharibə dövründə mən bütün Həyəcan, stres o multi sistemini salır aşağı, o da D vitaminini salır aşağı.
D vitamini də tez bərpa olunur, ona zaman lazımdır. Biz yoxlatdırmadım ki. Mən elə üst-üstə vəziyyətim pisləşdi. 2 ilin tamamında 3-cü ilə keçəndə meyit kimi olanda mən 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 hər zaman baxın bizdə 2 qonşu var idi. Qonşumuzun birində təzyiqi düşürdü, birində qalxırdı. Birinə skoru çağırırdıq. Skor gələnə qədər mən aparırdım kofe, nə bilim nə, təzyiqini ölçürdüm, nizamlayırdım. Birinə də limon aparırdım. Onun təzyiqini nizamlayırdım skor gələnə qədər. Ən çox da gecələr olurdu. İkisi də işləmirdi, otururdu evdə. İnanırsınız, demək olar ki, onların ikisi də işləyəndən skor gəlmir bizim məhəlləyə. Mən də limon da aparmıram, kofe də aparmıram. Mənim də kofem, limonum qalıb evdə. Çünki işləyirlər. Evdə oturmaq xəstəlikdir. Xəstəlik, o qadınların ikisi də işləyəndən çox gözəl oldular. lap evdə də olsa Sevil xanım, mən xoşlayıram iş görəm. O qədər ləzzət alıram. İşlər bax bişirim, düşürüm, yuyum, yığım, nə bilim, nə ilənsə də, yəni lij işləyim. Yəni D6 olanda da elə olmuşam mən. Sadəcə məndə tərləmələr, yuxusuzluq, yaddaş 8 yaşdan sonra bədəndən sürətlə qovrulan minerallar, qadında da menopoz dövrü, bunlar üst-üstə düşür. Ona görə də mən hər zaman deyirəm, balıq yağını əlinizdən yerə qoymayın. içirəm. D100 için, maka İçirəm. için, maka kofemizi için, ləzzətlə için. Yəni hətta 4-ü birində kofemizi də için çox qəşəngdir. Sonra küncüt yağımız. Əslində yağlar haqqında informasiya istəyirəm. Ona görə şahanə sənə yağlar haqqında məlumatı qruplara verməyini istəyirəm. Belə gözəl bir dənə seminar. Bizim kətan yağı bir mükəmməldir. Küncüt yağı da kətan yağı da. Onları evinizdə istifadə edin. Bax evdə alırsınız o kələmlər, salatlıq kələmlər eləyirsiniz. Sadəcə üstünə damızdırın, verin, qoyun süfrəyə, uşaqlar yesin, böyüklər yesin, heç bilməyəcəklər. Belə gözəl də xoş bir dad verir salatlarda. Sonra üzü yaza gəlir, istifadə edə bilərsiniz. Dilinizin altına damızdıra bilərsiniz. Bizim yağlar ona görə balacadır ki, dil altına damızdırın. İstər baxın, qanqal yağı ersaqda bir nömrədir. Bir nömrə. Biz yağlar haqqında danışmırıq. Yağlar kapsullardan tez təsir edir bədənə. Küncüt yağı var, küncüt yağı, susam yağı. Susam yağı nədir şahanə? Bir dənə mən onu qarışdırıram bizim dildə. Küncüt yağı, kətən yağı. Susam yağı küncüt yağıdır. Küncüt yağını masaj edin. O kimdəki qrija var, kiminsə boynunda protuziya var, kiminsə qolunda keyib, ağrılar var. O qədər gözəl təsir edir. Əlbəttə ki, o balaca bir yağdır. Balaca bir yağdır. O balaca yağı da bədənə nə qədər yaya bilərsən. Bura nə qatmaq lazımdır? Bizim visutylasyonumuzu alırsınız, içərisinə 10 damcı damızdırırsınız və onu bir qəşəng masaj edirsiniz. O qədər gözəl faydaları var, onun ağrı kəsici özəlliyi var. Olduqca ən çox da qrija üçün çox faydalıdır. Belə də faydalıdır. İndi biz belə deyəndə bunu 4 damcı dilimizin altından qəbul elədik və yaxud dərimizdən qəbul elədik. İkisi də eynidir. Bunun bir fərqi yoxdur. Ya ağızdan getdi, ya dəridən getdi. Eyni şeydir. Onda daxilə qəbul eləyəndə çöldən sürtməyə ehtiyac yoxdur, hə Sevil xanım? Çöldən də sürtə bilərsiniz. Məsələn, 4 damcı edirsinizsə, 4-5 damcı da çöldən bir kremə çəkib qolunuza, kantaron kreminin içinə qatıb qolunuza çəksəz nə olacaq ki? Heç nə olan deyil. Ağrıyan yerinizə çəksəz nə olacaq ki? Heç nə olan deyil. Və yaxud bir masajist gəlirsə evə, vizitlasyonuna qatıb onu bədəninizə çəksəz nə olacaq ki? Heç nə olan deyil. Uşağın boy artımına siz dediniz, kətan
toxum yağı Bəli. idi. Kətan Bilmirəm. toxum yağıdır, balıq yağıdır, bəli, Balıq bəli. yağı balacadılar. Balaca. Onu içə bilməzlər, böyükdür. 6 yaş, 5 yaş yarım biridir, 4 yaş biridir. Hı. Yəni onlara bu kətan toxumundan Yağlarımızı verin, kətan toxumu yağı verin, küncüt yağı verin, ondan sonra kokos yağı verin. Uşaqları yağlarla böyüdün. O heç bir qorxusu yoxdur. Xeyri var ki, qorxusu yoxdur. Bizim evimizdə remont masaj gedir. edə bilərəm, bəlkə də onlardan qatıb. Omega 3 də verə bilərsiniz. Boy artımı çox yaxşıdır. Spirulina çox yaxşıdır boy artımı üçün. İştah Omega artırıcıdır. spirulinanı bu yaşa verə bilərəmmi? Neçə yaşdır? Uşaqda? 3 yaş yarımdır, böyük, 4də biridir. Ya onlar spirulina necə verə bilərsiniz? Məsələn, az 4də kapsulanın 4də biri isə məsələn yumurtaya qatıb verə bilərsiniz. Bala qarşı aqregiyası yoxdursa balla qatıb verə bilərsiniz, üstünə su içizdirə bilərsiniz. Bu videoları mən ataram Sevil xanım qrupunda, baxarsınız. Onlar necə eləyirlər uşaqlara qan artırıcı dərmanlar yazırlar həkimlər və bu uşaqlarda dişlərin qaralmasına gətirib çıxardır. Və onu təmizləmək olmur, gərək o dişlər özü tökülə. Amma onun əvəzinə spirulinanı bala qarışdırıb ya da yumurtada qarışdırıb bişirib yedizdirə bilərsiniz. Bir kapsulu 2 uşağa, elə? Bəli. Bir kapsula bir 4 hissəyə bölmüş. Onların ağzı açılır axı. Onu bir Bəli. 4 hissəyə bölüb verə bilərsiniz. 2 gün, bir kapsulu 2 gün verək onda. Bəli. Çünki bu uşaqların ikisinin də üst dişləri qapqara qaralıb. Sevil xanım, bu yaxınlarda siz demişdiniz, uşaqlarda diş çıxanda bu propolis çox yaxşı kömək eləyir. Onu necə istifadə eləmək olar? Mənim nəvəmin 1 yaş, 2 aylıq, 3 aylıqdır. Onda necə eləmək olar? Polis yox, kokos yağı. Kokos yağı. Kokos yağı, diş Sevil xanım, kokos yağı. kokos yağını damaqlarına çəkin, damaqlarına. Hı hı. Soskasına batırın, soskası varsa Hı hı. soskasını verin, Aha. onunla bərabər sorsun. Yəni Hı hı. ağız içində çox rahat diş çıxardacaq. Bu sakitləşdirir Bəli. uşağı. Damaqlarında o qaşıntını, ağrını alır. Bəli. Hı. Oldu, çox sağ olun. Hı -hı. Hoş sağollaşağım. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı Sevil xanım. Çox Çox sağ sağ olun. olun. Sevil xanım, çox sağ olun. Əziyyət çəkirsiniz bizim üzərimizdə. Haqqınızı Var halal olun. edin. Xoşdur, xoşdur, xoşdur. İnşallah sizlər də gözəl məlumatlarla inşallah dönüşlər eləyin qruplarınıza. Sevil xanım, o xanım mən görmədim adını. Minə xanım idi, yoxsa kim Bəli, idi? Minə xanım. Zəhmət olmasa mən Sevil xanımın o qrupunda yoxam. Onları göndərsə ya mənəmi, ya bu Elvi müəllimin qrupuna mı o videoları Mən Sevil göndər. xanıma göndərəm, Sevil xanımın qrupuna göndərərəm. Adı Hə, üstə şəhərlərlə deyirsiniz. Bəli, Göndərərəm, şəhər. Sevil xanım sizlə paylaşar. Sevil xanım qrupunda varsınız. Mən Sevil xanım qrupunda varam. Ora payı da Elvin bəyin çoxsunu atarım, o sizlə paylaşar. Sevdim o qrup. Çalışqan. Çalışqanlar qrupunda varsınız axı siz. Yoxam, Elvin müəllim, yoxam mən. Yoxdur yeganə xanım. Yəni o savay sizə zəhmət olmasa Yeganə xanım, yaxşımı? Yaxşı. Yaxşı. Eybi yoxdur, yəni məcburiyyət deyil. Salaram yeganə xanım. Salaram. Nəsə Sevil deyirlər. xanım, mümkünsə siz o həmin qrupa şey eləyə bilərsiniz, aça bilərsiniz, yəni bizi dəvət eləyin, ən azından elə təsdiq eləyin də, yəni dəvət eləmək üçün. Çalışqanlar qrupunda yox. Çalışqanlar qrupuna seçib sala bilərəm. Çünki Yaxşı. çalışqanlar qrupunda bilirsiniz də o alınmır hamı ora dəvət eləmək. Yaxşı. Onda salarsınız zəhmət olmasa. Sevil xanım, elə onları göndərsə xanım bəzi məsləhət olunan şeyləri qrupa Bəli. da bilərsiniz. Heç narahat olmayın. Sevindimdə də paylaşır. Çünki orada da şeydir, Balli xanım, Ruqiyə xanım, onlar da bizim Rus ekipli qollarımızdır. Orada da olur paylaşımlar. Baxıram, orada baxıram, ancaq indi bəzi yəqin ki şeylər olur. Tamam. Hər bir şeyin öz
Amma bilim, sizi də dəvət edəcəm. Çalışqanlar qrupuna dəvət edəcəm inşallah. Sevil xanım var orada. bilmirəm. Yəni mən yoxam. Hə, salaram, dəvət edərəm sizi. Oldu, gecəz xeyrə qalsın. İnşallah görüşmək üzrə. Bir Gecə faydamız oldu, nə xoş bizə. Bizim də evimizdə remont var. İnanırsa bilmirəm harda oturum, harda danışırım. Hamısı qarışıb bir-birinə. xeyirli olsun. Xeyirli Çox olsun. sağ olun Can. Sevil xanım. Allah köməyiniz olsun. Allah sizdən razı olsun. Cümləmizlə. Sağ ol. Sağ olun Sevil xanım. Sağ ol.